Xoş gəlmişsiniz. Gələn ayaqlarınız var olsun. Çox sağ olun. Hacı Sultan Ağa da təşəkkür ki, məclisimizə böyülük eləyəcək. Axund Kərbəlayı Seyid Əhməd babam mənim anamın ata babasıdır. Anam Seyid qızıdır. Yəni Seyid Əhməd də Mirəziz, Maşdağada Ərəb Əziz kimi tanınan Mirəzizin oğludur. Çox sağ olun, gəlmişsiniz. Allah salavat çəkir. Demək, burada uzaqdan, yaxından, burada gəlin edirəm ruhanilərimiz də var, Seyid də burada var, Peyğəmbər övladıdır, Hacı Həsən qardaşımız. Bu ruhanilərlə həmkarlarımızdır. Allah canlarını sağ etsinlər. Burada Eldar müəllim var, xeyriyyətçi insandır, yaxşı, başa çıxandır, qiymət verəndir insanlara. Böyle Qorqud Fondunun prezidentidir. Allah bizi ödünü bir bəla etsin. Və sahibində adını bilmədiklərim var. Bu hamımıza da, bizim üçün hamımıza əziz sözlərimiz iştirak edirik burada. Gələnlərin, zəhmət çəkənlərin salamatlıları, ölənlərin ruhuna salavat çəkir. Qısa deyirəm ki, məlumat kimi deyim sizə indi sonra söhbətə baxarıq da, yaxşı olaraq. Mən deməli, bu halda Allah Xəyalə xanımı saxlasın, doğrudan da böyük işlər görürük. Bu məclisin əmələ gəlməsinin səbəbini deyirəm. Mən bilmirdim, anasının babasıdır, Şeyx Əhməd, Kərbəlayı Şeyx Əhməd. O mənə zəng vurdu, bir məsələ xəbər aldı məndən, Xəyalə xanım. Dedi ki, babamı, anamın babasıdır, Seyid Əhməd, Maşdağı kəndində dəfn olunur və 101 yaşında dünyasını dəyişir. Tez-tez yuxuma girir. Tez-tez yuxuma girir. Bilmirəm ki, onu da deyim sizə ki, yuxu yozmayı da çox ağır bir şey, hər adam yuxu yozu bilməz. Çünki deyirlər ki, bəzən deyirlər ki, Həzrət Yusuf yuxu yozma, yox. Həzrət Yusuf'a yuxunun, o yozmurdu yuxunu. Yuxunun həqiqətini deyirdi, Peyğəmbərdir. Gerdə qalan bizim kimi adamlar, bilicilər, lap biliciləri, onlar yuxunu yozurlar. Mesela biz yuxu yozan dörük ki, çetin məsələdir. Bizdən əgər xəbərdə vardı, Şeyx Bahayeddinin Röya kitabı var, yuxu haqqında nazil. Orada yazılır ki, birdən naşı adamı yuxulu danışsın, düz yozmasa onu, sonra sənin işin belə götürər. Bunu da elə bir adama danışmalısan ki, heç olmasa tam həqiqətini deyilməsi, ona uyğun bir, çünki əvəzəsici dərmanlar oldu, bunun əvəzinə. Neysə, mənə bir məsələ qəbrini də görürəm. Tez-tez girir yuxuma falan, mənə bir göstəriş var. Mən də dedim ki, məsləhət verə bilərəm sənə, mən deyə bilmərəm ki, bu cürdür, yaxın bu cür edəm. Onu bilirəm ki, Allah saxlasın, sən böyük şəxsiyyətlər üçün, mümin şəxsiyyətlər üçün, dahi insanlar üçün, Xəyalə xanımda hamımız bilirsiniz, Abbasqulu Başxan olsun, özdə dəfələrlə, Şah İsmail Xətai üçün konferans, Sayadır, baş kəndlərdir, bu Abşeron süfrələri, mümin adamlar filan. Sən bunlar üçün hamısını böyük, yüksək səviyyədə edirsən bu şeyləri. İndi ki, deyirsən ki, sənin baban Ayətullah olur, sonra ki, yuxuva da girir, bəlkə bir dənə onun üçün də meclis edir, sən o dahilər üçün edirsən, o da böyük alim olub, Ayətullah olub. Bəlkə o istəyirsən, əyan edesin ki, mənə də yadırıyam, bir uzaqdır mənə. Doğrudan da bu sözlərə gəldi ki, bundan sonra onda mən bir dənə yığın çağırıyla, babamsın. Mən onu belə, izahını belə vermişim ki, eləsən, yüngül də olsun, bir dənə onun adına meclis olsun, yad olsun o meclisdə, ruhu onun onda bələ bilən ki, sevinər, həm də duacı olar. Ona görə bu belə əmələ gəldi. Amma Allah'ımıza can sağlığı versin. Gel. Hacı gel buraya. Peygamber zamanında bir salavat çekiyor. Kardeşlerimiz teşrif edip geldiler. Allah bizi Operatorunuz yok. zahmet çekenlerin, dünyadan gidenlerin ruhlarına savunmasın. Bu meclisin əmələ gəlmə səbəbini dedim ki, buna görə bu söhbətdən sonra oldu. Amma qaldı alim, ruhani, o halda çox söhbətlər eləmək olar. Allah Teala Quran-ı Kərimdə də alimlər barəsində İnnəmə yəxşəlləh min ibadihi ləmə
Allahın bəndələrindən yalnız alim bəndələri Allahdan qorxar. İnnəllâhə əzizun qafur. Amma burada 2 dənə nöqtə var bu ayədə. O da ondan ibarətdir ki, alim bilikli, elmli adımı deyərlər. Elm sözündən gəlir də alim özü kökü. Amma o alimlərdən ki, onların əməli var. Əməl burada şəkdir. O Sədi Şirazidə belə bir şey var. Elmin olsa bir ünvan qədər, nadansa əməlin olmasa, alim da elmin olur, əməlin olmasa, eşeği kütlənsə bir neçə kitab, nə alim olar, nə süxənbər, nə natiq olar, nə də alim. Başıboş yazın, heyvan ne bilsin, dalında odundur ya kitab dəftər. Kitabı yükləyəsi uzun olar, o bilmir ki, insan üçündür. Peyğəmbər Əsələm böyük bir alim idi, neçə ilmin Allah, Ayətullah Üzümay. O ilə görüşdə, dedi, mən sizi bir dənə muayizə eləmişsiniz, bir dənə cümlə deyilsən. Çox doğrudan çox güclü söz idi. Dedi ki, bir dənə sizə hədis deyilsən. Peyğəmbər Əsələm deyib, oxuyun. Oxuduz, elm oxuyun yəni də, oxuduz, oxuduğunuzu inanın. İnandınız, əməl edin. Əməl də elədiniz, başqalarına çatdırın. Əgər oxudun, faydası yoxdur. Əməl edəməlisin. Əməl də elədin, gəlin də faydası yoxdur. Vücudunla inandın da faydası yok. Çünkü okulun alim olursa da sana deyirlər ki, bu hüccət İslamdır, bu professordur, oxumusan özün üçün oxumusan alim adamdır, o dərəcədir. Fərdidir bu. İnandın mümin deyəcəklər sənin üçün ki, əhli imandır, gəlir özün üçün olur. Əməl də ödün, hər kəsə özün üçün əməl edir. Sənin əməlini mənim üçün yazılır, mənim əməlimi sənin üçün. O da özün üçün oldu, üçü də. Amma dördüncü budur əsas ki, oxuduğu, inandığı və əməl edib başqalarına çatdı. Biz ona əmr və məruf deyirik. Vəltəkum minkum ummetun yəd'una iləl xeyr və ya'muruna bil məruf və yənhavna anil münkər. Ulaikə humul muflihun. Sizin aranızdan bir dəstə insan çıxar, pis yoldalarını qeytərərlər, insanları yaxşı yola dəvət edərlər, pis yoldalarını da nəhy edirlər. Allah onlardan xoş gəlir. Bu adamlar necə tabanlardır. Çünki oldu, dördüncü oldu ictimai əməl oldu ki, başqalarını çatdırırsın. Bu düşdü mənim yadıma ki, bəli, alimlərin rütbəsi böyükdür. Alimlər, ələxüsus din alimlərdən söhbət edir, rəhban alimlərimizdən. Və onu da qeyd edeyim ki, xəbərlərdə də var deyil, Binəyə qədimdən alimlərimiz 33-də, 37-də repressiya qurbanları olur, onların zülmlər olur, əziyyətdə mənə bir 60 il bundan bir molla var idi, bizim qonşuda, molla Muradəli. Bir dənə şeir oxudu, xoşum gəldi, aldım ondan. 10 yaşım var idi təxminən. Məhşərin fikrini qıl, ruz qiyamət görünür, tut peyğəmbər ətəyim, onda şəfaət görünür. Həq bilib Xaliq-i Peyğəmbərə iman götürün, kizb böhtanları bilmərlə aradan götürün. Hökmülər ki, bizə vacibdir, yerinə getirin, çünki İslamın işi onda səlamət götürür. Orada bir qeyd var, deyir ki, bənddir, deyir, gəl ədavət eləmə alim ilə, gəl ədəbə. Bir sənə işləyim bunu, gəl ədavət eləmə alim ilə, gəl ədəbə. O vaxt Məşəd Mezarı axımımız var idi, Nardaranımız. Mən uşaqlığın onun önündə keçin. Həm də ondan mən dərs almışam, Quran dərs almışam. O, ondan eşitmişdim bunu. Tənbir qafilindən oxuyurdu bizim üçün, Şeyx Bahaylı Tənbir. Orada bir yer var, alimlər var, deyir. Ey burada vücud tozə yekətrə məni, han tanıq neybi aliman kimdir məni. Zira kiçinin qopdu Rəsul-i Mədəni, mən əqləmə alimə, fəqət əqləmə. Əzbərlədirdi hərdən belə bəhdləri bizə. Deyir, ey bir qaşın, misal üçün, ey burada vücud tozə yekət, bir qətrə mənidən əmələ gələn adam, məlumdur mənə. Han, agah o gündən. Salam əleykum. Salam əleykum. Salam əleykum. Salam əleykum. Allah qəbul etsin. Necəsiniz?
Sağ olun. Hoş geldiniz. Allah razı olsun. Hacıların salamatlığına salavat içirin. Allahümme ala Muhammed. Tane konu ve alimden kibirmeli. Agah ol, ayıq ola, alimlerle kibir edeme, adabet edeme, kibir edeme. Ne için? Zira kiçinin qoftu Resulü Mədəni. Çünkü Peygamber Aleyhisselam buyurub ki, mən əkrəmə alimən, fəqət əkrəməni. Hər kəs alimə hörmət edin, mənə hörmət edin. Hər kim alimə bir hörmət deyir, mənə bir hörmət. Həmin sözdür, gəl ədabət edəmə alimlə. Gəl ədəbə, qəlbi Peyğəmbəri incitmə. Həmin sözə görədir ki, o deyib ki, kim alimin hörmətini saxlayır. Qəlbi Peyğəmbəri incitmə, gələrsən qəzəbə. Bircə vaxt surə-i təbbət, yeda, əbi ləhəbə. Gördün ki, Əbu Ləhəb incitdi onu. Öz vücudunda görərsən ki, həqarət görünür. Onda görərsən vücudunda həqarət var, ulamanın hörmətini saxlayır. Bir dənə daş atmışdı. Əbu Ləhəb Peyğəmbərə bir dənə daş atmışdı. Əmsi. Amma nə oldu? Öldü, qaldı evində, elə bir İsa'dı ki, heç kim yaxın gəlmir ki, birisi götürsünlər. Axırda bu qərarı gəldilər, aləmi virus yayılacaq, aləm pis olacaq. Ağır 5-6 adam ağzını, burnunu bağladı, bir də axarar. Girdilər, sürüyor, dərəyə. Atdılar dərəyə, sonra qaçdılar hamısı, iydənə. Amma dərənin ağzını bağlamasınlar, pis olacaq. Dedilər, mümkün də yaxın gedməyə görə. Heç kim qorxur. Dedilər ki, daş atın. Bir dənə daş atmışdı Peyğəmbərə. Ölüsünə 100 dənə daş vurdular. Daşqalaq elədilər ölüsünü. Yəni, həqiqətən də, burada kimi. Siz bilirsiniz, üləma bizlərə din pərvəridir. Alim bizim dinimizin rəhbəridir. Üləma bizlərə din pərvəridir. Seyyid-i Ali nəsəb, nəsli də Peyğəmbərdir. Və bizim bu günkü məclisimizdə Şeyx Əhməd, Seyyid Əhməd Kərbəlayı Peyğəmbər övladıdır. Bir də alim ola, həm də Seyyid, Allah mirəbdir, qalıq axındır Əhməd. Həmişə Allaha dua eləmişəm ki, bir neçə, çox şeyə görə dua edirəm. Məsələn, mən hərbi xidmətdə olmuşam. Hər gün dua edirəm Allaha. Yəni, mən hərbi xidmətdə olmuşam. Çünki orada çox şeylər öyrənmişəm, dərslərləri yoxdur. Biz ki, dərs alırıq, o diyor, yaşayırsan bari. Biri də budur, alimlər. Bu alimləri görmüşəm mən. Allah qismət edir, mirəbdir, xalıq axındır. Huzurunda olmuşam. Muazizəsinə qulaq. Şeyx Əlbəndə axındır. Muazizəsinə qulaq asmışam, yaxından ziyarət eləmişəm. Molla Bülbül, Nəhəng, Allah rəhmət edilsin. Şeyx Nəsrullah Göyçaydan. Neysə, bunları nə dedim? Həmişə Allah niyə açılan bunları görmüşəm. İstifadə eləmişəm bunlardan. Çünki bunlar doğrudan deyir ki, Mirəbdir Xalıq Axundar, qısa deyirəm, Salavat Ağarinin onun bir söhbəti var. Salavat Ağarı gəlib oturmuş Məşdağa məsciddə, mən çox gedib gəlmişəm. Mirəbdir Xalığın yanında. Bir gün deyib ağaya ki, bilirsən, mən sənin yanında nə oturmuşam. Deyir, aliməm də, ağsaqqalsan, deyir, yox, ona görə yox. Mirəbdir Xalıq məsələ adam deyir, ağam, xoşu gəldim. Deyir, yox, ona görə yox ki, mən ağsaqqalam, gəl burada otururam. Mən gəlmişəm sənin yanında oturum, alimsən sən. Alimin üzünə baxma ibadətdir. Xəbər var Peyğəmbərdə ki, üləmanın üzünə baxma ibadətdir. Sən həm alimsən, həm də seyyidsən. Peyğəmbər öyle. Biri budur. İkincisi de budur ki, bunlar hamısı da hikmet var. Böyle arasız söz buyurursun, aşağı hikmettir. Hikmeti əldən verməyəsən. İkinci de budur ki, sen ne kadar bu cümleyle yağıb oturur bu yanında, uzaqdan gelen adamların, o vaxtları qatısab telefon yok idi. Uzaqdan gelen adamlar zillerden, Türkandan bir dənə məsələni öyrənməkdən bir gün vaxt itirirdiler. Səhər çıxırdı, ya, Huzurdan, min qatlara falan gəlib çatırdı meçidə. Məsələni soruşurdu axıddan, yəni bir gün artıq gəlməyib, bir gün getdi bir dənə məsələyə görə. Gəlirdi, meçiddə ağanın qabağında dizini vururdu yerə, sakitcə, cümə də hamısı əyləşib, sakitcə məsələni soruşurdu. Biri gedirdi, uğursu gəlirdi. Nə qədər namaza ecəm vaxt var, bir dizdə mən bunları yaşamışam aslında. Deyir, Salavat Ağar ki, ağa, bu səndən məsələ soruşanlar var, mən də qulaq açıram, məsələ öyrənirəm, sənin yanında oturmuşam, bağışıma yığıram iki. Üçüncü də budur ki, sənin yanında oturmayı və mənim bir məqsədim də budur ki, məscid çox da adam dolu yer yoxdur. Bir dənə qapı açıldı Keşlə kəndindən, Başdağa kəndindən, kəndlərimizin birindən bir dənə mömin adam daxil oldu qonaq məscidə. Onda qonağı yaxşı yerdə oturdusan. Onda mən dururam, ən yaxşı yerdə sənin yanındır, Allah'ın yanında. Dururam, onu gözləyirəm, yerimi verim ona. Bizim belə hikmətli, imanlı, həm alimlərimiz demirlər, bu xanım ucaqladı. Ucaqladı, mən öpdü, halal olsun, mənim yanında oturmayı və yəni belə bir mərifətin saxibsən, qəşəngdir də. Yəni bunları
Ona göre deyir ki, Seyyid-i Ali Nəsəb Nəsli Peyğəmbərin Rövzəxan, Şah-ı Şəhidan, o Hüseyin Nokərdir. Baba bizim məscidlərdə Rövzəxan var idi. İndi ikiləm yox, qoylar, sürur, dərvişdə bekliyor. Rövzəxan, Başdağa məscidində bizim Meşəd Mezarı Axundu, Allah rəhmət eləsin, Molla Məhəmməd Validi Zirə kəndindən. Bax, otururlar Kəbul Ağadir gedir burada. Molla Məhəmməd Validi Zirə kəndindən. O Rövzəxan idi. Hələ Rövzəxan indi yox deyə. Onlar getdi hamısı. Bu minbərə çıxanda, Meşəd Mezarı Axundu, Moizədən sonra çıxdı bir pilli ondan sonra. O minbərə çıxanda cəmaat ağlayırdı. Çıxandı, hələ minbərə əyləşmir. Hələ yerindən ki, o hərəkət edəndə cəmaat başlaydı ağlamır, Rövzəxan ağlanmalıdır. Sonra da otururdu orada. Yəni, oturmayına görülə baxır, cəmaat ona baxırdı. Çünki bir hamı gözünə gəldi, indi nə səsini oxuyacaq bu, elə bir səsini oxuyacaq. Mən qabaq etmişəm, o Abdullah əminin, Dərviş Abdullahın tədbirindədirsə, mən elə şeylər görmüşəm bu kişilərdən. Onları, o vaxt deyirlər, Sovet vaxtı deyirlər ki, din yoxdur, din var idi. Sovet vaxtı din var idi. Onu bilin söz. İndi dini görünə günə qoyurlar. Cəmiyyət azı idi, keyfiyyət. Bəli, ha. Neysə, birdən ondan qısa söz deyim, məqamı gəlir, bu alimin meclisidir, ona görə bunu çox adam bilmir. Günlərin bir gün bizim uzağında bir nəfər var idi, deyir ki, İskisi adam idi, bu danışır mənə sonra. Dedim mən ki, bir gün keçirdim, məscidin qabağından gördüm, mərsi yox idilər, məhərrəmidir. Mən də Allaha da inanıram, imamsayır, özü də az ismişdir. Dedim ki, girib oturacağım şeydə, kəndarın ağzında qulaq atacağım mərsiyyələrə. Deyir, girdim, oturdum orada, kəndarın ağzında da, Molla Məhəmməd minbərə çıxırdı. Deyir, oturdu, mən də Molla Məhəmmədə bütün rozələrini o vaxt qulaq asırdım. Çox qulluq eləmişəm ona, Meşəd Mezarı Axundu ona. Deyir ki, Molla Məhəmməd çıxdı, oturdu minbərə, həmişə mən görürdüm, oturan kimi başlayırdı oxumaya. O oturdu bir dənə cəmaata belə nəzər elədi, qaldı belə mətəb. Bir küncdən belə cəmaata baxa, dövrə nəzər elədi, sonra birdən belə elədi ya, özləri belə hisslə. Bugün gözümə yaxşı görsənmirsiniz. Dedim, vay da, hardan bildi ki, mən burada yaratmışım, sizmişəm, yaratmışım. Bir baxdı da, bizim səmtilərə baxdı, dedi, bugün. Özdə belə bir söz heç vaxt o deməyib. Əzadarlara gələn adam necə ola bilər ki, ya, vaizi ya Rövzəxanın gözünə pis görsənsin. Belə bir şey yoxdur. Dedim, 100% bu bildi. İndi bir daha biabır eləmədi. Elə, yəni, onda o da şey var idi ya. Sonra ki, deyir, yavaşçalıq, deyir, oradan çıxdım. Mən deyir, belə bir şey görməmişdim. Getdim, tövbə elədim. Bax, sən, bir dənə kəlmə sözsən. Çox adam başa düşmədi, Molla Məhəmməd ona şükürdü. Tövbə elədim, başladım namazı. Qur'anı da getdim, öyrəndim. Yəni, bizim bu cür bir nəfəzə, bir kəlməyə, belə mi? Onu deyir, Rövzəxan, Şah-ı Şəhidan, o Hüseyin Nokər. Rövzəxan kiçik adamdır, İmam Hüseynin Nokəridir. Kərbəladan sözə bilməm, nə əziyyət görünür. Onda da Kərbəlanın düşməsi yerirlər, indi də düşüb verirlər. Görəcəm, yazıb bunu. Yəni, bunlar, Əli Əleyhisselam da buyurub ki, bu Üləma Meclisi də mənim ürəyim doludur, ancaq ki, qardaşlar burada ürək sözlərini deyəcəklər, məddahlarımız var, dərvişlərimiz, oxuyacaqlar. Həzrət Əlidən də bir kəlam var, deyir ki, insanlar 4 hissədən ibarətdir. Əğniyalar, füqəralar, üməralar, üləmalar, hə, o cürdür də. Üməralar, şahlar, padişahlar, əğniyalar, dövlətdilər, füqəra kasıblar, üləma da alimlər. O 3 dəstənin üləmaya ehtiyacı var, üləmanın lahis birine ehtiyacı yox. Yəni, üləma İmam Əlinin kəlamıdır. İndi biz bir şəxsin Seyyid Əhməd, Kərbəlayı Seyyid Əhməd ağamın da Başdağa kəndi mərufdur. Mən beyaq dedim sizə, hər kəndimizdə bizim böyük alimlərimiz olurdu. Başdağa kəndindəndir, həm Seyyiddir, 101 yaşı var, azı var. Qur'an-ı Kərimli də onun neçə ildir? 869-cu il. Neçə il eləyir bizim? 156 il bundan qabaq çap olub ağanın kitabıdır. Yəni ki, Qur'anıdır bunun. Sağ ol ki, Xəyala xan bunu belə saxlamışsınız. Çox yaxşı qalıbdır. Allah ruhunu şad edirsin inşallah. Bu böyük bir töhbədir, böyük bir yadigardır. Açılsın, oxunsun. Yəni ki, Bağçasaray çapı. Bağçasaray çapı dahi sonra.
veya Hacı oxudu. O Türkiyədə. Baxsıra Kırım'da. Kırım'da. Ədlə Yugoslaviyada. Bax məsələ. Bax çəsərə indiki Yugoslaviyada. Şehirden çok iyi olabilir. Ola bilər bir şəhərdən çox yerdə olsun. Türkiyədə də var baxsıra. Mən özüm də baxmışam. Onların futbol Kırım yaxınlığındadır. futbol komandaları. Futbol komandasından məşhur Bu günləri meclis ağanın haqqındadır. Həm də gəldi girəndə qardaşlar da gec gələnlər var. Xəyala xanımın anasının babasıdır. O vaxt deməli onun üçün Allah rəhmət etsin. Deməli o imamlıq eləyib Nizami metrosunun yaxınlığında Hacı Sultanəli məscidi vardı. Çünki Hacı Sultanəli də var, bəli. Hacı Sultanəli də xeyriyyəçi olub, milyonçu olub, balaxanlı olubdur. Və belə rivayət edirlər ki, o vaxt orada məscid tikilmiş, Qoçu Necət Qulu məscid tikilmiş, bir iki daş tikiləndə Hacı Sultanəli oradan keçirmiş, maraqlanan ki, bunu deyiblər, burada Qoçu neydi adı, Necət Qulu burada məscid tikilir. Axır bu qərara gəlib ki, o ilə mən görüşüm, halallıq versə, icazə versə, mən tikərəm bunu. Yəni ki, belə bir istəyim var. Görüşüblər Necət Qulu ilə, deyib, belə bir fikrim var əgər, həvalə eləsən mənə Hacı Sultanəli. Mən o məscidi tikərəm, deyib, havalə eləyirəm. Allah xoşun, daha da gözəl. Mən icazə verirəm. O, sonra Hacı Sultanəli gəlib bu məscidi tikilir, məscid onun adınadır. Ağa da, Ağa Seyd Əhməd ağa da, sonra onu götürür bu məscidə. Axın döndü, illəri var, mən illəri yadımdadır. Necef Kulu Şorubat'tandır. Həri, ha. Neyse götürüb gəlib ora, onu imam təyin edib. Orada onun üçün, o məhəllədə onun üçün ev təşkil edib. Sonra orada bir hamam tikib, indi də var, Axund hamamı deyirlər. Bu ağa üçün tikdirib, bunu ki, ev cəmaatı gəlsin. Yəni orada o ilə də həm də dolansın. Bir də onu deyim sizə ki, Hacı Sultanəlinin bir nədir Kürdaxanıda Ləhəş bağları deyirlər də, Ləhəş bağları. Orada onun bir tikdiyi məscid var, xaraba şəkilində də hal. Məzarı da onun yanındadır. İndi mənim də arzum var, getməmişəm, bir kəmkəyə bunu ziyarət edəcəm burada. Yəni belə bir şəxsiyyətlərimiz olur bizim, düzdür, işıqlanmayıblar, çox adamlar bilmirlər. Onların balı zəhmətidir. 101 yaşında ağa dünyasını dəyişib. Özləri də Maşlağa kəndi, Seyidlər məhəlləsindəndir, elə Maşlağa kəndində də dəfn oldudur. Allah ruhu şəxsiniz. Bu məclis onun adınadır bu günləri. Ona görə sizi dəvət eləmişik. Hamımızda da xahiş edirəm ki, ürək sözlərimizi deyək və burada indi özümüzük də, daha burada başqa bir şey yoxdur ki, xeyir duadır, bir duadır, iki kəlmə, sən öz ürək sözünü mənə havalı edirlər. Ancaq mən elə bilirəm ki, az danışır ki, ne üçün, nə mənada, düzdür, Allah hamımızı da belə xətidir, görürsən, Vafid nə adı gözləyir, birdən 2 saat da olsaydı gözləyəcəkdik. Ne üçün unsuz başlamaq olmaz da, biz hamısına bir vaxtdır. Ancaq bir dənə məsələ var, 1 saatımız gedib, çox danışsara yeməyə gec olar, elə qısas. Gecikməyənlərə söz verməyin, gecikməyənlərə söz verməyin. Mən işte belə, gəl edirəm, bu yanmasından başlayayım, Hacı Seyyid Peyğəmbər öyrək. Həri, məsələn, arada onda bir şəhəmət çəkəm. Hacı Nübbalar, mən elə bilirəm ki, siz buradan belə başlasınız. Mən elə bilirəm ki, ruhanilərimiz danışıyor. Bir neçə gəlmə, Hacı Nübbaladan başlayır. Bismillahirrahmanirrahim. Qala Rasulullah sallallahu aleyhi və aleyh. El-ulemâ'u varasatul enbiya. Peyğəmbər sallallahu aleyhi və aleyhdən hədisdə deyilir ki, alimlər Peyğəmbərlərin vərəsələridir. Yəni, nübüvvət elminin, ilahi elminin varisləri yer üzərində alimlərdir. Alimlər eləyə bilərlər ki, insanlara Allah insanı necə görmək istəyir, alimlər çatdıra bilərlər. Alimlər eləyə bilərlər ki, insanlara həqiqi mərifətdən, həqiqi kəmalatdan, həqiqətin özündən söhbət eləsin. Alimlər eləyə bilərlər ki, insanları doğru düzgün yola dəvət eləsin və bu günləri adına qurulan məclisdə iştirak etdiyimiz alim seyyidimiz, Allah ruhun şad eləsin ki, Hacı Sultanəli məscidinin ilk axundu olubdur, 101 yaşında
Hacı qeyd etdiyi kimi dünyasını dəyişildi. O cür alimləri xatırlamaq, o cür alimlərin anım mərasimində iştirak etməklik bir növ bizim də bir insani, əgər elm əhli isə elm əhli kimi və digər sahələrdə çalışırıqsa öz sahəmizə uyğun insani vəzifəmizdir, insani borcumuzdur. Çünki biz elm əhlini dəyərləndirməsək, özümüz dəyər tapa bilmərik. Allah təbarəkə və teala insanı elmlə dəyərləndirir. Allah təbarəkə və teala insanı elmə yiyələnməklə dəyərləndirir. Allahdan bu gözəl seyyidimizə, alimimizə ilahi rəhmət, mərhəmət arzulayırıq. Allah təbarəkə və teala bütün məclis əhlini səlamət eləsin və bu cür alimlərimizin ruhunu bizlərə duası eləsin. Teşekkür edirəm. Çox sağ ol, var ol. Qeyd elədim deyə, Nardıran kəndindən Axund Bəkir Məzahir mənim ustadım olur. Hər il əfəndə çox həyatında rol oynayıb. Gözəl alimlər də olur Nardıran kəndində. Onları da təmsil edir. Hacı Nuqbada qardaşımız. Mənim ustadımla Allah hamısının ruhuna salavat çəkir. Bir dənə qısa söz deyim, bu 101 dedik yaşında rəhmətə gedir. Yalma bizə nə düşdü? Yəni də Bəkir Məzahir Axundun üstünə gəlirəm. Bir dənə maraqlı olasın, bilənlər bilirlər. Dedi ki, dərs keçirdik, dedi ki, biz Şeyx Bahayəddinlə Mirdamad haqqında çox əhvalatlar var. Dedi ki, bir dənə belə bir söz danışdı. Dedi, bir günləri Mirdamad gəlir, atla gəlir, düşür, girir, harasa gedir. Şeyx də keçir, görür, onun atının üstündən bir dənə pişik gəldi atın yanına, yəni ki, sidik saldı, getdi. O günün atdığı anda olsun olur axı o. Bunu gördü, yəni mırdarladı əhəli. Bu Mirdamad deyib çıxanda Şeyx Bahayəddin dedi ona ki, atında işgal var, pak elə yenən onu. Sonra mən belə bir şey keçdirdim. Bu da dedi ki, yox, əlamətləri yoxdur, yəni quruyub bizim üstümüzdə. Əlamətləri yoxdur, ehtiyat da yoxdur. Həm də sən şahid-i vahidsən. Şahid 2 dənə olmalı. Dedi ki, mübahisə mədəni surətdə də, cəmaat da maraqlanır ki, bu hansı düzdür, şeyxdir, yəni düzdür. Mübahisə biraz böyüyəndə, şöxdür. Dedi ki, Cəddün Həzrət Əlidir, bir damadı. Cəddün Həzrət Əlidir. Bu mübahisəyə son qoya bilər. Gedək Necəfə, oturaq orada, yazayıq məsələnin cavabını ki, nə istəyirik biz və qoyaq. Deməli, məsələn, bələğə ki, bunu yazdılar belə, sonra onun yazılı üzünü qoyurlar qəbrə, boş üzü qalır bayırda. Sonra otururlar, gelmirlər. Otururlar, səhərəcə dua oxuyurlar ki, bura yazı yazılsın. İlahi tərəfdən imam cavab versin. Görək imam nə deyir? Deyirlər, yaxşı cavab da var, gəlin Necəfə, Əleyhisselamın qəbrinin üstünə. Bu şeyx yaşlıdır axı. Mirdamad cavandır, 101 yaşı var Seyyid Əhmədin, ona görə bu düşdü yanına. Gəldi, oturdular, yazdılar ki, məsələ belədir, buna bizim üçün cavab verginə. Əleyhisselam yazdılar, qoydular, oturdular, başladılar dua. Çünki getmirlərsə nə üçün? Getmək olmaz orada, hamısı baxmaq. Bir sonra deyək, kimsə gəldi, neysə yazdırır filan. Özləri bilirlər, namaz qıldılar da, dua elədilər filan. Vaxt gəldi ki, o saatda götürə gözü nə yazılır? Götürdülər, baxdılar, gördülər, 2 dənə kəlmə yazılır burada. Əl-qovli, qovli vələdi. Əş-şeyxi möhtəməd, sən girmə kəlmə, imam ki. Əl-qovli, qovli, söz bizim söz bizim övladımızındır, yəni Mirdamadındır. Söz onundur. Amma əş-şeyxi möhtəməd, şeyxin sözünə qulaq asmayı lazım. Gözlə hər söz övladımızındır. Amma şeyxə də sökənmək lazımdır. İndi də şeyx hələ şeyxdir. Allah bu şeyxi də, Şeyx Seyyid Əhmədi də qəni rəhmət olsun. Həqiqətdə bu şey düzdür, olubdur, ancaq 2 dənə şahid. Ay sağ ol. Qaşaydı. Allah rəhmət olsun. Bax, bu ustadlar vaxtıkən bizə bunları qulağımızı oxuyublar, deyiblər, bu günlər istifadə edir. Onlar da yaşayır. Bizim də yaşamağımız, onları yaşadmaqla yaşayırıq. Mən bu ən əziz dostlarımdan biri, deməli, burada Sumqayıtın, Coratın baş qazisi, doğrudan da o 114 TV'nin bizim bu İslami təbliğat doğrudan da həqiqətən də İslami təbliğatda, İslami yaymaqda, İslamı ortaya qoymaqda bizim ruhanilərimiz üçün kanalı mən
şahidiyəm nə əziyyətlərlə bu kanalı təsis edib. Bəli, hamımız da orada necə də çıxışlar eləmişik. Bunları mən qeyd edirəm, Sovet vaxtından mən 10 yaşımdan məsciddə böyümüşəm. Belə bir dövr olmayıb ki, ruhanilərə bir gün gəldi, dedi mənə ki, şeyx tapşırıb ki, ruhanilərin hal həyatından veriliş hazırlayır. Bugünkü elə bir şey olmur, hansı bir ruhaniyə qeybət vermişlər hardasa. Gəlir o saat danış, anadan olandan bütün həyatını danış. Sənin filmini çəkirlər, verilişini çəkirlər. Bunlar kiçik bir şey deyil. Həm dəyərdir, həm gələcəyimiz üçündür, həm bugünümüz üçündür, həm sabahımız üçündür. Ona görə Hacı Rauf qardaşımın haqqı da boynunda çoxdur. Əziyyətini çəkib beyadını Şuşada bir yerdə getmişik. Danışdı sizdən. Səndən abad danışırsan. Uşaq kimi, mən biraz uşaq kimiyəm də, yaşlandı adam qocaldılır. Kişi mənim ağzımla oynaya gedir, gəlir. Bir də Sumqayıt Cuma Məscidində tez-tez bizi dəvət edir, orada iştirak edir, mövludlarda, vəfatlarda. Neysə, hələ onu demək istedim ki, Hacı, eşidəysən sözü. Bağışlayan və rəhmədən Allah'ın teşekkür edirəm. Değerli ustadımız, alimimiz, ağsaqqalımız və Xəyala xanıma təşəkkür edirəm burada dəvət edildiğine görə. Hiss edirdim, təsəvvürüm məclis daha geniş auditoriyada olacaq. Əslində də geniş auditoriyada bu qədər alimin, ulamanın, ziyalının, ağsaqqalın bir yerdə yığışması təqdirə layiqdir. Bu bəlkə də ilkə bir başlanğıca bir ənənə kimi bundan sonra inşallah ki bizim axundlarımız, ruhanilərimiz, din xadimlərimiz o dediyimiz kimi tanınmağı üçün silsilə bir proqram kimi bəlkə gələcəkdə bir ideya kimi mənə deyilmə gəldi. Yaxşıdır, yaxşıdır. Allah sizi var eləsin. Mən də elə burada da alimlər var, ulamalar var. Bir hədis deyim, bayaq qeyd edədiniz ruhanilərimizin elmindən ki, el-ilmu, elman, elmul əqdan, elmul əqdiyan. O, bir çox belə hədislər var elmlə bağlı. Və Nizami Gəncəvi bizim yazarlarımız, ümumiyyətlə bizim dahilərimiz, mən həmişə demişəm, bir də bir tədbir vardı, böyük bir tədbirdir, Respublika şəhər tədbiri idi. Gördüm orada mollalar haqqında biraz belə deyildi, elmlərlə bağlı biraz aşağılama sözlər danışılır. Mən söz aldım, dedim, əgər molla ilə bağlı nəyəsə danışmaq istəyirsiniz, biz Azərbaycan klassikasını müraciət edəndə bütün bizim böyük yazarlarımız molla adını öz sözlərini altarın qabağına qoyurlar. Molla Məhəmməd Füzuli, Molla Vəli Vidadi, Molla Təməli, Mirzə Əkbər Sabir, Seyyid Əzim, Şeyx Nizami. Yəni, hərəsi öz adının qabağında bir dini atribut kimi bunu qoyublar. Hətta orada bir Quran tərcüməsi vardı, mənlə mübahisə elədi, dedi ki, Füzuli molla olmayıb. Molla Məhəmməd Füzuli. İndi Nizami Gəncəvi də Allah rəhmət eləsin, deyir, mən də bunu alimlərdən, ustadlardan eşitmişəm, sizlərdən öyrənmişəm. Deyir, soruşurlar ki, həyat yoldaşından, övlad payından nə istəyərsən, deyir, istərdim bir oğlum olsun, bir qızım, deyir, nə üçün istəyirsən, deyir, istəyirəm oğlum, belə deyir, ruhani olsun. Yox, oğlum memar olsun, inatçıkan olsun, belə, qızım da ki, içməsi olsun, keşikən olsun. Nizaminin özünə sual verəndəki övlad payından nəsə, o deyir ki, istəyirəm 2 oğlum olsun, deyir, niyə? Deyir, istəyirəm biri ruhani olsun, biri alim olsun, təbib olsun, daha doğrusu. Təbib olsun, bəli. Deyir, niyə ruhani, niyə təbib? Deyir, insan bir canından təşkil olunur, cisimdən, bir də ruhdan, mənəviyyatdan. Canım ağrıyanda, cisim ağrıyanda gedim o həkimin, təbibin, loğmanın yanına, ruhum ağrıyanda, mənəviyyatım ağrıyanda gedim ruhanın yanına. İndi belə məclislər insanın ruhuna qida verən bir məclislərdir. Zaten bir dünya ilə daim təməssül olur. Amma bizim ən böyük Azərbaycan xalqının uğuru odur ki, bizim ruhanilərimiz, din xadimlərimiz zaman-zaman indi adını qeyd edədiyim şairlər də, yazarlar da, bunlar da elə hamısı ruhani olurlar. Hətta böyük mütəfəkkirlərini görürsən ki, ataları, anaları ruhani ailəsindən dünyaya gəlirlər. Bizim ruhanilərimiz həm həkim olurlar, təbib olurlar, həm də alim olurlar. Allah sizləri var eləsin, burada söz xeyirdarları var, bu qədər. Allah bu mərhumu da rəhmət eləsin Seyidi, onun nuruna, ocağına girişmişdir. Bu Seyidi, bu ocağı, bu alimi yad etməklə biz bütün seyidlərimizi, alimlərimizi yad edirik. Allah şəhidlərimizi rəhmət eləsin, ölkəmizi, xalqımızı, millətimizi, dövlətimizi qorusun. Peyğəmbər zamanına səlavat edir. Çox sağ ol, var ol, təşəkkür, Allah canlı sağlırsın. Mən bir dənə qısa Məşdağı kəndindən olduğuna görə, mən Maşdağı kəndindən çox getmişəm bilərdi vaxtında. Allah Hacı Əzimi rəhmət eləsin. Allah rəhmət eləsin. Orada vaiz idi də,
Allah yazma düşdü, ora Axundu idi. Mirəvdi xalıqdan sonra Hacı Əzim idi. Çox qabaq dərviş lider edirdi Hacı Əzim meclislərdə. Daha onların qabağında böyümüşük biz. Sonra Mirəvdi xalıq vəsiyyət eləmişdi ki, məndən sonra Hacı Əzimi təyin eləmişdi. Burada söhbət böyük, mən bir dənə bu nüansı istəyirəm, üstünü çatdırım ki, doğrudan da bizim alimlər iki hissəyə bölünür. Üləma-i mütəqəddimin, üləma-i mütəəxxirin. Bir qədim alimlər, geçmiş alim. Veya mən saydım məsələn, Bakı ətraf kəndlərdə olan dedim ki, Əlbəndə, Məşəd Məzahirlə, bu axırın alimləri idi ki, yaşlılardan tutanında olanlar. Sonradan gelib oxuyub gəlirlər. Bir üləma-i mütəqəddimin var, bir üləma-i mütəəxxirin, axırın alimləri. O misalı ona görə çəkirəm. Bir nəfər gəldi mənim, bu canlı bir şeydir bu. Bir nəfər yaxına ad verməyəcəm sizə. Gəldi mənim yanıma, dedi ki, məsələ soruşdu məndən. Dedi, mənim başıma bir iş gəlmişdi. Qısa deyirəm də, bir nəfər mənə elə böyük bir zərbə vurmuşdu nahardan. Elə bir adam ki, onu mən uşaqlıqdan oxutdurmuşam, toyun eləmişəm, böyük vəzifəyə qoymuşam. Həmin adam, bəlkə gedib indi yəni rəhmətə. Dedi mənə ki, bəs elə bir adam mən ucalmışam yüksək vəzifələrə, sonra gördüm məndən yazırlar. Şikayətlər yazırlar, anonim. Yazırlar, çəkirlər mənə, tutturmaq istəyirlər məni. Getdik kökünə filanə bir, məlum oldu ki, həmin adamdır. Mənim ona elə deyim. Həmin adam deyir ki, dəli oldum, and içdim ki, öldürəcəm onu. Bu adam getdim toplantısızla tapdım. Əsəbdən şeydir. O deyir, səbirlər, finalə, beşmə. Deyir ki, heç kim mənə sakit edə bilmirdi. Hələ bax fikrim o idi ki, gedim tapdım onu da. Ki, öldürməliyəm. Öldürməsəm rahat, and içdim özü də. Bir nəfər adam rast gəldi, mən kəndlərdən idi. Rast gəldi mənə, dedim ki, dərdimi də satan danışırdım ki, mənim əlimdən xətə çıxacaq, dostluğum, aşınacaq, mən dedim, adam öldürəcəm. Heç kim məni saxlaya bilmir. Kim də nə təsəlli vəri məni sakit edə bilmir. Deyir, təsəvvür eləyinən ki, bir nəfər məni rast gəlirkən, dedim, mən sənə bir adamın yanına aparacaq, bir dənə kəlmə ilə səni sakit edəcək. Deyir, olar ayrışını da eləyəcək. Deyir ki, dedi, Hacı Əzimdir. Hacı Əzim, Allah rəhmət edir. Götürdü gəl, mən tanımıram, deyir, götürdü gəldi, mən onun bağını, bağdaydı, otur, yay bağdaydı. Gəldi, oturdu, qarşıladı, deyir, oturmuşdu qabağında. Quran var idi, gəldim, görüşdüm. Dedi, məsələni dedi o mən. Dedi, danış mənə, danış. Burada Ruska yoxdur ki bir adamda, Ruska. Ruska biraz rahat göstərir. Necə deyir? Deməli, bir Ruskası var idi qabağında, bənçinə. Dedi, danışdım. Tanıdım. Dedi, mənə elə bəssalçılıq. Dedi ki, təqsikar özünsən, fikir var. Sənin səhv, sənin özündə, sən özün səhv verirsən. Dedim, necə ağa, başa düşmür. Dedi, bax, sən ona yaxçılıq eləmişsən. Bax, sən yaxçılığı buradan başlamışsan, saydın. Görək burada saxlayaydın. O başı olmuyor, bir keyyə saxlayır. Sən saxlamaqsın, sən tökmüş onun başına başlayıb aşırdın saxlayın. Ona görə çaşı vurur. Sən burada saxlasaydın onu, bu eləmək istənəmsin. Deyir, elə tutdum söz məni, gördüm düpödüz deyir da. Sən görək burada tormuz var idi. Vermədiyimə görə, qudurub indi də, aşıb daşır başınızda. Deyir, ondan sonra dedi, neynimə and ismişəm. Dedi, andı hissənmişsən, şəriyyətdə qanun var axı. Hisslə mən nezir edirəm, batıldır. And içirəm, hissləri var, batıldır onlar. Dedi ki, o sayılmır, get tapancılığa bax eytər, özün də yaşa özünsün. Deyir, ondan sonra mən sakit olub, bizim böyük şəhər, bu da əli aşıq olub ha. Həm də mebdah təxəllüsü ilə, hətta oxuyarsınız, yağın deyir, hazınaqsı, ağacaqlı, bunlar bilərlər. Mebdah təxəllüsü şahid olurlar. Qəşən məhsilləri qəşən. Bəli, Ölsana meclisləri çox gəlir. Ona görə dedim ki, indi də qardaşlarımızdan burada, mən bilirəm ki, ruhanilərimiz eləsi bir neçə kəlmə. Səndən başla Əli-Hüseyin. Məhterəməsi burada. Hədə. Qoyandan istəsin. Bismillahirrahmanirrahim. İnnahu xeyrun asirəm. Əziz və dəyərli. Mən gəldiyimizdə hörmətli qonaqlar, çox dəyərli şəxsiyyətlər məclisdə. Əvvəla mən bu məclisin təşkilatçılarında zəhmətli olan hər kəsə, xüsusən Xəyalə xanımla, Xəyalə bacımıza və bizim dəyərli ustadımız Hacı Axundumuza təşəkkür edirəm. Bu cəmi bir yerə toplamaq, bir yerdə olmaq. Həqiqətən bu çox ali bir məclisdir. Həm çox bir dəyərli insanın bu günləri, anın günü qeyd olunur, ruhu yad olunur.
alimin zikirləmə özü ibarətdir, alimin üzünə baxmaq özü ibarətdir. Burada elə mən görürüm ustadlarımızı, bizim dəyərli alimlərimizi, Hacı Sultan, Hacı Nifqala, Hacı Sırav və digər burada gözəl dəyərli alimlərimiz var. Bizim onların qarşısında çıxış edəməyimiz ədəbsizlik, sizin əmr elədiniz bir kəlmə deyim. Mənim ərşin mələkləri də neçə məclisə qibdə eləyərlər. Bəli. O cümlədən bu məclisdir ki, deyərlər ki, kəndimiz də yer əhlindən olmadı, o məclisdə iştirak edir. Bəli. Allah bu məclisə bərəkət versin. Hacı Rauf ustadı bir çox dəyərli məsləhət verdi. Belə məclislər inşallah gələcəkdə. İnşallah rüsət tapar inşallah. Təşəkkür edirəm. Mən çox vaxtınızı almaq istəyirəm. İstidir biraz da. Allah canınızı sağ olsun. Çox sağ ol. Bismillahirrahmanirrahim. Allah bu alimlərin ruhlarını şad eləsin. Yəni, onların yadda qalmağı, sevilməyi, yəni bugünkü gündə xatırlanmağı, onun üçün ki, bunlar Rəbbani insanlar olublar, ruhani insanlar olublar, Allaha bağlı bir kəslər olublar. Bir alim olub Ordubad şəhərindən Muhammed Hüseyn Əllamə Kompani, yəni böyük müştəhidlərin müəllimlərindən olub. Hal-hazırda da qəbri, indi inşallah Kərbəlaya müşərrəf olsaq, Əl-Əslamın hərəminə daxil olanda, baş tərəfdən, o qapıdan daxil olanda sağ tərəfdə hücrə var. O da 2 qəbir və o qəbirlərdən biri də Muhammed Hüseyn Əllamə Kompaninin qəbridir. Düzdür, üstündə İsfahanı yazıblar, amma əslində Ordubaddandır. Müştəhidlər deyir ki, o Ordubaddandır. O deyir ki, atasının şirkətləri olub, atasının İsfahanda şirkətləri olub, tacir olub. Yəni, atası gedib gələrmiş İsfahandan, burada gedərmiş onu ilə. Ondan sonra qalıb oxuyub, olub böyük müştəhidlərdən, müdərrislərdən ki, böyük müştəhidlərin müəllimləri olur sonradan. O deyir ki, atasından nə var dövlət qalır, hamısını Allah yolunda ehsan edir. Yəni, hamısından keçir. Axırda deyir, özü üçün heç nə qalmır. Deyir, bir gün bu bazara gedir, bazardan 1 kilo kartof ya soğan alır. İndi qoca kişidir, çətinliklə aparırmış evə. Deyir, bu əlindən düşür, dağılır bunlar. Deyir, əyilir, başlayır yerdən yığmağa, yığa-yığa gülürmüş. Sonra bir tələbələrindən biri keçir, görür ki, bəli də ustad da yığır, gülür. Kömək edir, da ustad, burada gülməli nə var axı? Deyir, hə, o gülmək onun üçündür ki, deyir, bir hadisə düşdü yadıma. Deyir, o cavanlığımda tələbə olan vaxtımda atamdan o qədər ki, var dövlət qalmışdı mənə. Bir gün Əl-Əslamın hərəmində ziyarət edirdim. Əlimdə qiymətli bir təsbih var idi. Deyir, o təsbih qırıldı, ipdir, danələr dağıldı yerə. Deyir, gördüm, ərəb fəqir uşaqlar düşdülər, başladılar onu yığmağa. Deyir, heç məni maraqlandırmadı, o qədər ki, var dövlət. Deyir, indi heç də qalmayıb mənə, məcburam yerdən əydim, kartof sağanı yığım. Deyir, onun üçün güzürəm. İndi Allah rəhmət etsin, Allah Əhməd Ağa müəllimi rəhmət eləsin, Mirzə Əbdülkərim ağamın oğlu Əhməd Ağa müəllim. Yəni, atası Nəcəf alimlərindən olub, özü də Azidə dərs deyən müəllim olub. Amma bir daxma, yəni fəqiranə bir evdə yaşadı axıra qədər, ev indi də qalır. Bir onun xidmətçilərindən var Hacı Azər, yəni o xəstə olanda çox xidmət edib buna. Hacı Azər deyir ki, bir gəm dedim buna ki, ay müəllim, Hacı Azər imkanlı adamdır, Zərgər Ağubba deyərdilər, o Məkkədə vəfat elədi, qəbri deyilə oradadır. Hacı Azər deyir ki, bir gün dedim ona ki, ay müəllim, qonaqlar gəlib gedir, yəni ev əşyalarını bir təzəliyək də, bu qədimidən, köhnədən qalmış, indi heç kimdə bu yoxdur. Dedi ki, o kimsə gəlir ki, nə bilim, əşyaya zada baxmaq, diqqət eləmək, o gəlməsə yaxşıdır, elə qoy qalsın belə. Yəni, indi bu alimlər, yəni onun üçün bu Allahla bağlı bir kəslər, Şeyx Murtəza Ənsari, daxma bir evdə yaşayırmış. Onun müqəllidlərindən biri Məkkəyə gedirmiş, küllü miqdarda pul qoyur yanında. Deyir, mən Məkkə ziyarətindən qayıdıb gələndə özünə layiq bir ev alarsa. Deyir, bu gedən kimi pulu Allah yolunda xəricləyir, keçir, özü üçün heç nə qalmır. Bu tacir qayıdıb gəlir, görür ki, yenə həmin köhnə ev. Deyir, bəs ev almadın? Deyir, mən elə bir ev aldım ki, əbədi ev olsun, həmişəlik ev olsun, behiş evlərindən olsun. İnşallah Allah Taala bizi də yəni elə bir alimlərdən, elə bir ruhanilərdən olmaqda müvəffəq eləsin inşallah. Yəni təşəkkür edirəm Hacı Sultana məclisdə iştirak edən və həmçində Xəyalə xanıma. Peyğəmbərə səlavat. Alimlərdən. Adını eşidərsin, həm İsfahanidən dərs alıb. Əbdəsən İsfahani. Həsən İsfahani. Düz deyirəm adını ya. Seyyid Əbdəsən.
qədim bir risaləsi də var onun məndə. Ondan təhsil alır. Allah əl-söhbət əmri rəhmət öz dərdiş. Ha, Kürdahan. Bir də sizə onlar danışır mənim üçün. Bir də sizə adam deyə gelmişik onun yanına, onu ziyarət etməyə. Yəni bizim də burada belə alimlərimiz olub da. Danışır buradan danışırlar. Deyib ki, soruşur, mən imtihanı deyib, ağa necə verdim şeydə, Əbdüləsənə. Deyib ki, deyib, məni çağırdı imtihan eləməyə. Açığı deyib, bir də əba götürdü. Dedi, bu həmin müştəydin əbasıdır. Bu mənə bağışlayıb, öz əbasını sahib çeynəmə. Danışdı, necə olur? Dedi ki, imtihan verəndə götürdü, əsanı qoydu belə, mənə diyandı. Dedi, hələ bir bu cənazədir, bir də meyit namazı qılım ona. Yoxlayıb, necə yoxlayacaq. Mənim başladım. Başlamışdan hava, yəni ki, başladım deyirəm, başladım. Niyə söhbət var? 4-cü təkbirə çatanda saxladım, dedim, ağa, niyyəti necə edim, qadın edim, yoxsa kişi. Yəni, bunu deyən ki, bu deyək, qalxdığını sağladım, əbanı saldı çiynimə. Bu əba mənə sunma yadigar. Bizim ruhanilərimiz olurdaydı. Bu məclis doğrudan da bir dəyərli məclisdir ki, hərdən biri düşür adamın yadına, bir neçə kəlmə danışır yoluna. İndi bizim burada, mən elə biləm ki, belə sırayla olsun. Mən nə üçün ruhanilərdən qabağa keçmək mümkün deyil də. Bir Rahil vali generalı, bir üst öldürdülər onu. Onun qohumu rəhmətə getmişdi. Bu zamanda bir nəfər mənə apardı ki, gedək mənə yaxındır, o meclisinə apar günə. Mən də gəldim, general, hamısı generallardır burada. Giyiniblə, özü də general paltarında. Neysə, gəldi, oturdu, demək ki, sən meclisə apar, bizə baxma. Hamıda səsləri çıxmır. Hamı qulaq asırlar, səsi bir kəlmə içildi. Meclis tutardı, indi, mən bunun yanında oturmuşam, baxın. İndi getmək istəyirik, qəb üstünə, çıxanda da çıxırıq, yan-bayan çıxırıq, qapıya götürür, mən dayandım. Dedim ki, cənab general, buyur, da generaldır da, baxdı mənə gülümsün, dedi ki, mən bu meclisin generalı sənsən, kes görüm. Mən burada generaldır. Yəni, söhbət ondan gedir ki, bu qiymətdir də, diqqət adamın xatirəsinə bir qalır ki, bu saxlayıb, hörməti saxlayıb. Sonra mən dedim ki, buradakı sağ olsun, sizin, ona dedim, sağ olsun sizin zabitlər, qırın vurmurdular, amma o hepsi qulaq asırdılar, təpənmirlər bərabərdir. Hələ bir ki, heykəldirlər, necədir? Dedi, o mənim qorxumdan idi. Ulan mənə baxırdı. Mən əgər danışsaydım, bilin, hamı danışsaydı. Görürlər, mən belə deyəm, deməli, belə lazımdır. Allah rəhmət eləsin də onu. Hazır, buyur, Sirat, zəhmət keçirsən, keşkədəsən sən də. Mənim dostumun adı nə idi? Müştəba. Bir dənə oğlu Müştəba bizim dostumuz olur. Həmişə mənim yanıma gəlirdiniz onu, maraqlı insan idi. Onu ne bilən salavat. Yadınıza gəlir. Onların Ağır tanıyar, Nasir tanıyar. Qardaşı Tevfik Allah. Bəli, buyur. Bismillahirrahmanirrahim. Başlayama mehriban Allah'ın adıyla. Teşekkür ederim Aziz sizə. Çox sağ olun. Gözəl söhbətlərinizə görə, dəyərli fikirlərinizə görə bizi keçmişə apardınız. Həm də müasir vaxtda olan çox belə gözəl hadisələrdən, havalar da, xudlar da, alimlər də, burada ağsaqqallarımız da var. Allah hər birimizə ayrı-ayrı olun, can sağlığı versin inşallah. Xəyalə xanımın da Seyid, alim babasına Allah rəhmət eləsin. Bəli, biz həqiqətən də burada alimlərin adı çəkildi və insanı bugünkü gündə düşündürən məsələlərdən biri budur ki, çox vaxt sual verirlər, yəni bu da aktual bir mövzudur. Deyirlər, yaxşı, bu qədər İslamdakı elm var, alim məsələn var, Quranda ayələr var, hədislər var. Bəs niyə bugün sanki İslam elə bir inkişafdan dayanıb, qeyri-İslami ölkələr bugünkü gündə inkişafdadır? Bunun səbəbi nədir? Əlbəttə, bunun səbəbləri, bir çox səbəbləri var və bunun da cavabı sözsüz ki var və biz qeyd elədiyimiz kimi bizim alimlərimiz tarix boyu olub, oxuyublar, təhsil alıblar. Bugün də aramızda var oxumuş insanlar ki, bir çox İslam ölkələrində, xaricdə təhsil alıblar, məclisdə də elə var və bunun da deməli, nəticəsində biz görürük, onlar da gəlib bizə danışıblar ki, qədim universitet deyil də, indi mədrəsə sistemi olub, hovza olub, orada müxtəlif bölgələrlə bağlı adlar olub. Məsələn, Bakı cəmaatına Badıkubilər deyiblər, Bakuyilər deyiblər, Naxçıvanilər olub, Ordubadilər olub, Şəkəvilər olub, belə deyil, Cəllabadilər və ilaxı Lənkəranilər. Yəni, biz görürük ki, bizdə olan İslam alimlərinin sayı həddən ziyadə çox olub. Maraqlandırır bugün bizləri ki, bəziləri ki, niyə görə İslam mütərəqqi din olaraq bu qədər mütərəqqidir, amma bugün inkişafdan qalır. Əlbəttə, bunun cavabı budur ki, İslamda alimlər yetişəndə
Avropada alimləri yandırıblar. Məsələn, Giordano Brunoni oda atanda İslamda Tusilər var idi. İslamda böyük alimlər, Bəttanilər vardı. Bugünkü gündə ayda olan kraterlərin adının biri Bəttanidir. Bəttani böyük İslam alimi. Əbu Reyhan Əl-Birunilər olub, ondan sonra Bəhmən Yarrar olub, Nəsrəddin Tusi olub, İbn Sina olub. Avicenna uzun illər Avropada tədris olunub, çevrilib Avicenna olub. İbn Sina'nın Əl-Qanun Fittib kitabı. Çox maraqlıdır. İndi onlar alimləri yandıranda İslamda alimlər yetişir. Yəni intibah dövrü olub, elmin intibah dövrü. Amma zaman keçəndən sonra bunlar düşünürlər ki, yəni əgər müsəlmanlar bu qədər elmə yiyələnsələr, bunlar çox şey deyə bilərlər. Hətta Napoleonun özü Misrə gələndə Quran ayəsi oxuyurlar. Ondan sonra tamam bunun fikri dəyişir ki, İslama qarşı əgər bunlar bu cürlə Qurandan yapışsalar, dünyanı fəth edərlər. Nə eləmək lazımdır? Bunları elmdən, Qurandan ayrı salmaq lazımdır. Nə qədər ayırsaz, o qədər xeyir edir. Buna görə bugünkü gündə biz baxıb görürük ki, İslamda, Quranda, Peyğəmbər hədislərində elmə, alimə bu qədər dəyər var. Amma əfsuslar olsun ki, deyilənə görə ki, niyə İslamı inkişaf edən? Bunun səbəbi budur ki, çünki İslamı inkişafdan saxlayırlar. Məsələn, o dövrdən İslam İspaniyaya qədər, Əndəlusa qədər getdi, çıxdı. Ondan sonra düşündülər Avropada nə eləsinlər ki, bu İslami müsəlmanları geriləsinlər. Və içki, fuhuş və qumar bir çox şeyləri saldılar ortalığa. Bu tarixdə qeydə düşüb də, yəni var mənbələrdə, arxivlərdə ki, ondan sonra artıq geriləmə başladı. Ondan sonra İslamın başladığı süqut etməsi. Amma indi əlbəttə bu alimlərin bərəkətindən bizim ölkəmizdə də, müxtəlif ölkələrdə yenə də İslam elmi, alimlər, mütərəqqi alimlər var ki, qardaşlar da qeyd elədiyi kimi onlar çalışırlar bu işlərin üzərində və sözsüz ki, bəli, ağanın cəddi, babası gəlib inşallah dünyanı islah eləyəcək, dünyanı elə də o İslama eləyəcək, qaytaracaq. Allah-u Teala inşallah hər birimizə o günü nəsib eləsin. Allah bu alimə də cəmi alimlərlə bir yerdə inşallah hamısına rəhmət eləsin. Yerdə qalan sizləri də hacı var eləsin. Allah-u Teala xalqımızı, millətimizi, ölkəmizi, dinimizin rəhbəri Şeyxülislamı qorusun inşallah. Allah-u Teala nə inşallah arzu niyyətlərimiz var, bu süfrənin ətrafında Allah bunu həyata keçirsin. Çox sağ ol. Çox sağ ol. Allah canını sağ olsun, Allah sənə var olsun. Mən bir dənə də kiçik söz deyirəm, sözü verməkdə. Çünki bu sözlər bizə lazımdır ya. Əzza, bülbülə Allah rəhmət etsin, oldu bülbülü. Burada qeyd olundu, iman, təqva, çox ibrətamiz bir məktəb görə qoya biləsən ki, bugün layinin orada bəhrələnlər olsun. Deməli, Molla Bülbül o vaxt, Sovet vaxtı, Kərbəla Məşəd yolları bağlı olub. O ziyarətkarı hamısı bağlı olan. İlmi deyə bilmərəm mən. Mən də onu çox qeyb ziyarət. Beşil Məzarı Axundla onlar bir təhsil almışdılar Bülbüllə. Onu gedib təzə birdə də rozu oxuyurdu, o vaiz ili güclü. Həm Göy Məciddə bir partiya burada oldu. Sözü mənə bu gəlmir. Sovet vaxtı belə bir söz yayılmışdı. Bu çox ibrətamiz söhbətdir. Demişdilər ki, Bülbül Kərbəlaya gedib. Cəmaatlar nə danışırsınız? Yalan söhbətdir. Kərbəla yollar vardı daxil. Necə gedirlər Kərbəlaya? Çıxırdım bayrağı, mənim yadıma gələni deyirəm, avtobusda cəmaat danışır, stansiyada, ala Bülbül Kərbəlaya deyib ki, ola bilməz, heç kim inanmır. Mən gəldim, məcidlər, yaşlılardan soruşdum, belə söz deyirlər, Bülbül dedilər, düz Sovet vaxtları, ilini bilmirəm. Dedi, deməli, mən bəlkə mən sərf edərəm, İskəndər oldu, İskəndərdir, nə də olan, baş nazir kimi bir vəzifədə olur, böyük Sovet olur, söz bilərsin, yadımda onu saxlamışım. Deməli, bunun bu qorxulu vaxtlarda dindən, onu, onlar komünist olurlar, onun anası namaz qılan olur, getirsin, anası. Deməli, anası rəhmətə gedəndə, deyib ki, mənim anam namaz qılan olur, Quran oxuyan olur. İstəyirəm ki, din də qadağandır. Bir də hələ molla olsun, heç olmasa savadlı olsun, anamın ruhu şad olsun. O dövrdə də savadlı molla yox idi, az gəlir. Onu da bir dənə tanışı oldu, mən bir nəfəri tanıyıram, gedib Bülbülü götürür gəlir. Molla Bülbülü tapır götürür gəlir. Deyir ki, bəs Sərapar məclisi. Bilirsiniz də, Bülbül adına layır, yəni adı Bülbüldür. Adına layır, güclü vaiz olun. Mən də kasetli səsi də var idi, özündə qulaq asmışam. Çox natiq idi, belə natiq adam tek tapılar. Özü də Hacı Cavab idi. Neysə sözünü demək istəyirəm, güclü də Rozuxan idi. O oxuyanda daş duvar ağlayırdı.
Neyse sözüm budur. Bunu götür gəlirdi, bunlar komünist, komünist. Mənə bax, müminləri ağlatmayasandır da, dindarlar ağlayırlar, danışmamışlar, İmam Hüseyin adı çəkirsən ağlayır. İndi hünərin var, bu komünistləri ağlatır, durdurdur. Deyir ki, bu Bülbül başladı, vaizliyini elədi, sözlərini dedi, taran kimi bir dənə olsa. Nə qədər komünist var, hamısı hönkürtüdən ağlayır. Daşıyıcı ağladan adam bir deyə, elə bir bunda avaz var. Hamısını ağlatdı. Deyir, qutardı meclis, söhbət buradadır. Çıxanda İskəndərov çıxdı qabağına. İskəndər Əlixanov. Həri, İskəndər Əlixanov. Çıxdı qabağına, dedi ki, sən ki mənim, çıxdı mı qırağa, sən ki mənim anamın meclisini belə təşkil edirəm. Ne ürəyin istəyir məndən? Düşəydi, mənə ev ver verəcəkdi, maşın ver verəcəkdi, ne bilim, dollar ver verəcəkdi, ne desəydi, ne desə yapsın. Bir dənə səndən xahişim var. Mən Kərbəlanı istəyirəm, İmam Hüseyni, məni Kərbəlanı. Alınırsa göndər, yox alınmırsa heç istəmirəm, kim gedirəm. İbdiyan, getdim Kərbəlanıya. Tapşırıq verib gedir. Bax bizim belə alimlərimiz olur. Allah rəhmət eləsin. Allah ruhunu şad eləsin. İndi də sözümüz bizim Abbasqulu Bakıxanovun vilayetindən Əmircan kəndinə. Qardaşımız Hacı Rəhimdir. Allah bizi uzun buyursun. Bismillahirrahmanirrahim. Teşekkür ederim ben de size. Doğrudan da öğretmenden sonra danışma çetindir. Əyalə xanıma təşəkkür edirik. Allah rəhmət eləsin ustadımızı, gözəl elm əhli. Allah bütün dünyasını değişən alim, üləma, ruhanilərini rəhmət eləsin. Hədislərimizdə var, alim öldü, aləm öldü. Yəni, alimin yaşanması insanlığın, bəşəriyyətin xilaskarı olmalıdır. Bir yerdə elmsiz insanlar varsa, ora uçurma gelir. Amma elm əhli olsa, orada böyük nicat var. Allah rəhmət eləsin, bizim kəndin ruhanisi olub və ya xazı gözəl məktəblərə toxundu. Zaman olub ki, bugün də hələ şükürlər olsun ki, var ruhanilərlə məsləhətləşən. Zaman olub ki, Azərbaycanın tanınmış milyonçuları Hacı Zeynalabdin Tağıyev bizim kəndsi Abutura baxımla məsləhətləşir. Böyük bir alimlə, ustadla həmişə məsləhətləşib. Bu yaxında onun haqqında kino filmə başlayıb Abutura haqqında. Baxıram ki, görürəm nə qədər onun haqqında hadisələr var və eynən zamanda onu qeyd etmək istərdim ki, Allah hər birinizə can sağlığı versin. Elə bizim dönəm və bundan sonraki dönəmdə biz onu görə bilmirik. Qabaq tələbələr, ustad dəstəyəndə bir-birinin bəhsini oxuyanlar var ki, filan kəs oxuyur. Yəni, o bir gözəl bir məsələdir. Mən də oxuyayım, o mərhələyə çatım. Mirzə Abutura Axund da gözəl tələbələri olub. Allah rəhmət eləsin, Molla Əli kimi, Axund Hənfə kimi və digər şəxsiyyətləri yetişdirir. Və günlərin bir gün Axunda sual verirlər ki, ustad, bunlar hansı gözəl ustaddır, yetişdiriblər, öyrəndilər, deyir, hərəsi öz aləmində gözəl bir alimdir, elm əhlidir. Yəni, onları biri-birindən ayırmaq olmaz. Hərənin bayaq qeyd elədiyi xətiblikdə, istər şərii məsələdə, istər Quran elmində, hərənin öz üslubu var ki, o üslubla insanlara çatdırsınlar. Onun üçün alimlərimiz bugünkü gündə, yəni bayaq Hacı qeyd elədi, o çetin dönəmlərdə o ruhanilərimiz bizi dinin gözəlliklərini öyrənib, insanlığa, bəşəriyyətə çatdırıblar. Bugün həmd olsun Allaha, bu cürlə gözəl bir dönəmdə insanlığa, bəşəriyyəti xilas etmək üçün, yəni böyük, gözəl alimlərin xüsusi elmlərinə daha çox ehtiyac var. Allah rəhmət eləsin bütün alimlərimizi. Allah sizlərə can sağlığı versin ki, elə bil ki, burada həm insan ruhi bir qida aldı, həm də insanlar, hər bir insanın üzərində bir nuraniyyət var. O nurdan da gözəl bir səmərəli istifadə edir. Allah bu məqamımızı cənnətdə bərqərar eləsin. Allah Teala zamanı imamın zuhur eləsin, onun xidmətçilərindən bizi qərar versin. Gözəl alimimizin ruhunu zamanı imamına bağışlasın. İlahi. Səlavat. Açarsan, bir neçə kəlməsən də. Buyurun, Allah hamımızdan razı olsun. Mən də təşəkkür ederim. İndi bunlar təbərrükdür də. Hacı Rəhim qeyd elədi, Mirzə Məhəmməd Hənifə Axund olub. Siz bu tarixlər bilirsiniz. Məhəmməd Hənifə Axund 37-ci ildə gəliblər ona parmağa. 37-dən 37-nin qurbanlarına olub, Zəbir Həndəsə elmini çox mükəmməl edilmiş. Gəliblər parmağa, icazə və kürşət namazı. Bir zabit olub, bir şofir olub, maşını sürən, bir də əskər olub. Bu şofiri Bülbülə kəndindən olub. Deyib zabitə ki, bu Urus zabitinə, deyib ki, bu hara qaçsıyarmışsan, qoy neyin eləməsin.
Xülasə, birinci rükət başlayıb niyyət əlib namazını qılıb, o qədər yalvarıb Allaha gedib ikinci rükətdən mənə çıxartmayıb. İkinci rükətin ikinci səzdəsində qalxmayıb. Bu zabit altındakı stolu itəlib qırağa, bu deyib deyəsən bizi məsxərə eləyir də, bunlar üstündə. Ayağı ilə vurub, çəkməsi ilə vurub, axund gedib çıxıb mənəm evin içində. Yoxlayıblar, görürlər ki, öldü. Deyib ki, bu çox müqəddəs adamdır. Bu kimdirsə, öz tanışlığı ilə qoymadı bunu, biz ona nəsə eləyik. Yazın ora ki, biz ona güllə vurduq. Gecə ilə ona aparırlar, yurlar, dəfin-kəfin əliyyə. Yəni bu cürlə şəxs. Niyə görə? Allah çünki alemi sevir. Bir şəxs və ya siz çox gözəl qeyd elədiniz, bir şəxs əgər Allahın dinini, Allahın kitabını. Məsələn, rivayətdə var ki, Peyğəmbərlə Əli əleyhissalam yol gedir, gördü bir nəfər Quran oxuyur. Dedi, alimi oxudu, Quranın özünə xeyri yoxdur. Elədir. Misalən. Müharibələrin birində gezirdi, gördü kafirlərin, müşriklərin, ölülərin arasında da o Quran oxuyur. Məsələn, alim var ki, onu öz cəhənnəmə aparır, öz əməli. Alim var ki, o elə bir şey ixtira edib ki, onu bəlaya aparır. Alim də var ki, misalən, bu cür nə, seyyid kimi alimlər, sizi kimi alimlər, burada əyləşənlər kimi. Siz bu günləri gör, nə qədər insanlar sizlərdən bəhrə. Biz özümüz sizin qabağınızda bölmüşük, hələ də öyrənirik Allahın köməyini. Allah ona görə bu ocaqdan, xüsusən bu ocağın banisi olan seyyidimizə Allah rəhmət eləsin. Allah onun ruhunu, seyyidin ruhunu hamımızın üzərində duaçı qərar versin. Allah onun ailəsinə can sağlığı. Salamatlı nazarsan, salavat olsun. Allah bizim Həzir Asımı rəhmət olsun, Allah olsun. Mərhəmət insan idi. O qanşını mənim üçün Sovet o qəhrəman o olub. O dövrdə Molla Rasimdən başqa bir adam dindarlıq eləyə bilməyib Bakı ətraf kəndində. Kirpiyə vurdular, işdən çıxartdılar, söydülər, döydülər. Çox çətinlikdir. Deyir ki, tezim mollalıq eləyirdim, cavan idim. Gəldim şəhərdə bir məclisə, Sovet vaxtı hamı kommunistdir. Gəldim, mənə aparmışlar, orada molla kimi. Gördüm, Bülbül gəldi. Olmuş Sovet bunun da özü danışınlar üçün. Bülbül gəldi, oturdu. Alim elə alim deyib, oturan kimi də cavan molla. Maşallah. Quranı da oxuyucusan, yasını da. Mən heç nə eləmirsən. Sovet dövrü qorxulu idi meclis aparmayı. Fatihədir. Mən kim əgər birdən sual versə, suala mən cavab etsin, dinin əleyhinə suallar verildirərlər konu. Yox, verməsələrdə mən də oturacam sənin yanında. Sən bu şeylərə bayına. Deyir ki, gəldi, meclis başladı, qorxmayın, bir nəfər əlini qaldırdı, dedi ki, mənim bir dənə sualım var. Dedim ki, xub, buyur, adını deyil, sənətli. Bülbüldə belə əvvəl adamın adını soruşdu, sonra sənətini. Dedi ki, adım filan kes, sənətini müəlliməm, biologiyamə, xub, sualım. Deyirsiniz ki, Quranda yazılıb ki, insanlar öləcək, çürümüş sümüklər necə diriləcək? Bir də onun başında inanmır da ki, deyir, o da xub. Birinci sənin sənətin, biologi, 15 dağı biologiyadan danışdı. Hələ şeylər danışdı ki, o müəllim bilmir onları, heyrətlə baxır. Biologiyadır, bir sən alimi görək, çatdırasan da. Qutarandan sonra deyir, bu sənin elmin, sahəm. İndi ikinci sual Quranda yazılır. Üzeyir Peyğəmbərin əhvalını danışdı ki, 100 il yatır, uzunqulaq orada gəlir, uzunqulağını bağlayır, yatır, 100 il yatır. Onu danışır ha, onun üçün ha, bələnçi ilə. Deyir, 100 ildən sonra ayılır, görür ki, uzunqulağı yoxdur, ipi qalıb. Heyvanlar parçalayıblar da, heyvan 100 il alır, qulaq qalır. Ancaq o səbətin içində ənciri, məmneyi, qulaq qalıb hamısı. Ona göstərir, Allah istəsə sağ xərəb olmayın, qulaq qalıb. Deyir ki, ilahi, mənim uzunqulağım haradadır, uzunqulağım? Deyir ki, nida gəlir ki, çağır uzunqulağımı gəlsin. Deyir ki, Üzeyir Peyğəmbər deyir, ya eyyuhəl himar, iləyyə. Ey mənim uzunqulağım, yəni imarım, gəl mənə yaxın. Deyir, gördü ki, o ağacın dibindən bir dənə sümük gəldi, bir dənə bu ağacın dibindən sümük, bir dənə o tərəfdən bir dənə sümük. Skelet başladı yığılmaya, qabırğalar filan, qulağın yavaş-yavaş ətə cana gəldi, dəriyə, o adama deyir, bu sual. Bülbül belə deyir. Deyir, cana gələndən sonra başladı anqırmaya. Ey mənə sual verən müəllim, deyirsən, sənin ölün ağa bu eşkəcə nə olun bizi qalır. Dedim ki, bir dənə ağlamalı söz danışdım, bir dənə də əhvalımız çalışır. Sağ ol. Şeyh Hüseyin, buyur. Buyur. Allah əcir versin, Allah rəhmət edin. Allah salamat olsun. O da alimin içərisində mən də danışım, maşallah, maşallah. Buyur, buyur. Şeyximiz danışmışdı kənddən.
ən qızı da özünü qoy xoş olsun, qoy deyim də. Buyurur ki, alim öldü, dünya öldü. Və həmçin buyurur ki, mədadül üləma əhsənə min dəmi şühəda. Allah bu alimləri qəliq rəhmət eylesin. Bunlar Sovetin o qırğın mərkəzində yaşayıblar, yaşadıqlar. İslamı bir neylə qovuruyublar, saxlayıblar. Babalarımız, Allah rəhmət eylesin, Sibirə ecən, hətta mənim bir babam Molla Sədullah Nargin adasına ecən aparıb, onun ayağını betonlamışlar. Suya atılan yerdə onu çıxartmışlar ki, o da tanışlarımın əlaqədir. Bayaq Bülbülə kəndindən danışdılar. Mən elə bu yaxınlar Əmircan kəndindən qayıtlar dedilər ki, bilirsən, biz Nəcəfdə oxuyan vaxtımızdır. Orada bir alim vardı, Əli Qərəbi. İndi oğlu Əli Əsqər Qərəbi Tehranda professordur, böyük alimlərdən. O özü elə xilədə, yəni ki, Əmircandandır. Ki, o deyirdi ki, Allah atası da onun Molla Sədullah olub, onun atası da nəsə Nəfxuda olub. Süstər, yəni ki, o xilə kəndində. Ki, o da böyük bir alimlərdəndir. Onu da Səddam Hüseyin Məlun o vaxt ki, Ayətullah Seyyid Sədrini güllələdilər. Sədrinin adamları dedilər ki, bizim müraciət edədiyimiz alim Əli Qərəbi olsun. Şeyx Əli Qərəbi yapışdılar. Şeyx Əli Qərəbinin onu da evində terror eləyib, Allah lənətə gəlmiş Səddam Hüseyin. Onu da orada şəhid edildilər. Allah bütün alimləri qəliq rəhmət eylesin. Onlar ki, bu cürünə mübarizə aparıblar, İslamı yayıblar, İslamı qoyublar, İslam'a özül atıblar. Onların yəqin ki, əməlləri bihuda qalmayacaq. Biz də onların bir kölgələriyik ki, indi onlardan bəhrəmənd olarıq, olmuşuq. Ya necəsə, Allah bu alim, ustad, Seydin də ruhunu şad eyləsən. Ruhları bizlərə duası olsa, ələbəs olar inşallah. Və Hacı qardaşım da o dedi ki, ya alimləri işıqlandırmaq gözəl təşəbbüsdür, ləbbeyik deyirəm, inşallah bu işiniz. Çox sağ olun, təşəkkür ederim. Salamatlıqla, salamatlıqla. Mən belə bir qərara gəldim ki, deyir o, Allah'ın 4 tane yığıncı adıdır, hacılar. 4 tane yığıncı adan xoşu gəlir. Birinci Kur'an meclisidir. İkinci şəriyyət məsələləridir. Üçüncü Əli Əleyhisselamın methi. Dördüncü İmam Hüseynin matəmi. İndi bizim burada gözəl mehdahlarımız var. Hacı Ağıl da buradadır, Hacı Nasır da buradadır. İndi özümüz razılar şu birinci kim başlayacaq ki, ya öz aramızda. Mən də Hacı Nasırdan da xahiş edirəm, əgər mənim ustadım söhbətin oxuduğu zehnində varsa, əzbərində bilmirəm, amma bilirəm ki, onu oxuyurdu. Bəh-bəh nə deyim, şükür Xudanın kərəminə. Burada bir yadında varsa, olmasa, burada bir bəndi var, deyirdi ki, cahil qala bir kəs necə insafə rəvadır. Cahil qalanın hər işin əxsanı xətadır. Aləmdə işıq, alimin elmi ilə, alim icad edib, öz başına işıq yaramıyor. Aləmdə işıq, alimin elmi ilə ziyadır. Həm rahi hidayətdə qalanlar öləm. Biz alimlərdən danışırız. Bu çox mükəmməl bir nüqtədir. Bunu yazamsa kimdir? Şakir. Hacı Qəzbək səndə var, bu bilmirəm. Şakir. Şakir də taparsınız onu. Var. Burada var, mən vermişəm. Gör nə deyir? Deyir ki, aləmdə işıq alimin elmi ilə ziyadır. Həm rahi hidayətdə qalanlar üləmadır. Bilsən nə deyir burada bu? Deyir, ola bilər ki, hələ adam olsun, alim olmasın. Alim kimdir? Amma hidayət yolundadır, əhl-i beyt yolundadır. Haq yolu seçib, haq yol. O elə özü də üləmadır. Ki, nə üçün alim nədir? Bilik. Onun elə biligi var ki, ağıllıdır ki, haq yoldadır, yanıb əhl-i beyt. Həm rahi hidayətdə qalanlar üləmadır. Tənbih qılan bunları məhbubi xudadır. Yatanı oyadan, başa salan Allah'ın dostudur. Ya Allah, Hacı Nasır. Rahmanirrahim, Ya Rahmanu, Ya Rahim. Dodağın halına ey yar, giriftar oldum. Dodağın halına ey yar, giriftar oldum. O xumar gözləri seyretmədən
bimar oldum. Gitti elden karar, çaldı men el hak tebili. Men de mensur kimi dar xridar oldum. Saldı bir o canına dilber canana gemi. Kişirin canı doyup şöhre-i bazar oldum. Gece gündüz üzümem meykede kapların açın. Mescidi medreseden men dahi bizar oldum. Soyunup zöhdriya camesin ahır giydim. Koca Arif giyinen hırganı huşyar oldum. Yaman incitti benim vaiz-i şer'in öğüdü. Rindi sermest eden ahırdan medetkar oldum. El çekün, el çekün, eşk ile büthaneni bir yad eleyin. Men ki meyhane bütün görmede bidar oldum. Hellal müşkülat. Kemal demiyor. Yüzün görmek temennasın bu aşık sübhi şam eyler. Yüzün görmek temennasın bu aşık sübhi şam eyler. Temennayı gülü bülbül vazehdir müdam eyler. Galeptir ey melek nismet güle bu arızı aluyun. Melahet gülde zay oldu veli sende devaya meyler. Nikabet soyun eğer yüzden görünse tağ ebruyin. Döner mihrab-ı mabedden sana secde imam eyler. Bu nazilen eğer bir dem huram etsem gümanım var. Kıyamun nayan senin türfe kıyametler kıyam eyler. Tekellüm kıl eyan olsun deminden möcizi İsa'yam. Lebin ecazi çün raci yemen yuhyil izam eyler. Ya emir el müminin heyder. Çok sağ ol. Hacı sen de bir de şapçam da okudu. Ya Allah. Ey dadmayan zamanı ra eşk şerbetin. Ey dadmayan zamanı ra eşk şerbetin. Bes ağzubun haçan bilirsen söyle lezzetin. Hani bilmir. Ged rahat ol seninle bizim yoktu kârımız. Koy biz çekey bu badiyenin bağrı mühnetin. Biz hazinim emaneti eşk ki kirdigar. Senduk sinemizde koyuldur emanetin. Eşk olmasaydı olmaz idi hüsnü müştehir. Hüsn olmasaydı eşk yitirmişti şöhretin. Eşkiydi kim halilini hifzetti nareden. Söndürdü bir hitap ile narın hararetin. Eşkiydi Yusuf'i yeleyen şöhre-i cihan. Eşkiydi artıran o Züleyha mehabbeti. Eşkin revacı hüsn iledir, hüsnün eşk ilem.
Eşkin revaci hüsnüne duyur hüsnün, eşk ilerleyem. Bizden soruş bu tovhelerin kadri kıymetin. Üst tut Necef diyarına, tap dürlü vehdeti. Bundan sevayı men nasım yar söhbetin. Ey dil bu hale getti seni bade-i vilam. İnkar kılma pir muğanın inayetin. Seyyid bir özger remzi göründü bu nezmiden. Hal ehlinin bu nezmi füzun etti haletin. Emir el müminin eyder. Ne üzr istiyorum koy 5 kelime. Bizim alimlerin huzurunda ben de bir hayatı öz aile çerçevesinde baş veren bir söhbeti, əhvalatı atamla eşittiğimi istedim diyeyim sizlere. Gibi din adamlarına çok böyle məhəbbəti olan adam diyor. Allah Mir Abdülkadir ağamın dilinden düşmürdü. Bilenler bilir ki benim atam 31 il vəzifədə işləyir. Vəzifəsi de ondan ibarət olur ki, Mərdəkanda qəsəbə sovetinin sədri olub 26 il. Bunda Şahan Mərdəkan ikisi bir qəsəbə gedirdi, bir sovetdə. Sonra 5 ildə Əzizbəy oranın üzrə Nasalnişek oldu, Nasalnişek. 5 il işlədi, orada günlərin bir günü gəldi ki, ərzəmi yazmışam, çıxıram. Anamdır rəhmətli, mən soruşduq, əşi, nə üçün? Dedi, əşi, sonra deyərəm. Bir xeyli müddət işdən çıxdı. Sən demə bu 2 dəfə ərzə yazıb, Necəf o qol çəkməyib ki, ged işimi işlə. Üçüncünü yazanda görüb, daha gündə bir dənə ərzə gəlirdi, burada daha çıxırsan çıxdı. Yazıb qol çəkib çıxıb. Nə çıxdım? 12 dənə mavini vardı. Birinin adı Tahir'di, birinin adı Vahid. Dedi, gördüm mavinlərin yeri daxı biraz, qəliz yerdir. Gördüm ki, bunlar deyir, dağıtmaq istəyirlər. Axırda hamına mən qol çəkirəm də. Sənə də mən qol çəkmirsən, bu ilə işi yetmir. Ona görə ərzəmi yazdım, çıxsın, o geçsinlər işlərini görsün. O belə bir adamdır. Demək, Mir Abdülxalıq Axund Həci bunun dilindən düşməz. Neçə illər mən Mir Abdülxalıq 79-cu ildə rəhmət edirdi. Bizə demirdi. Sən demə, demək, işdən çıxandan sonra ki, pensiyaya çıxmışdı, bizim üçün, mənim üçün sonra danışırdıqlar. Dedim, nə tərif edirsən bu ağanıya? Mən də istəyər, bir o yox ha, indi də çox adamların yaşlı neslin dilində Mir Abdülxalıq ağa adlandı. Allah rəhmət edir. Dedi ki, Allah'tan gizlin de senden ne gizli. Hindi mi? Komünist dedi, mescide gitti ne diyor? Fakirlet var cebinde bunu, rehber işte. Deyir ki, şu şeyden Məhərrəmlikdə diyana bilmirdim. İstəyirdim dedim, Mir Abdülxalıq ağaya qulaq asım, qorxuram özümdən. Səhər balaca bir şey oldu, tutardı da. Zəng eləyirdim, deyir, Maştağanın qəsəbə sovetinin sədrinə. Deyirdim, bizim üçün bir daha yer düzəldi orada. Biz ağanı eşidəyik, amma bizi görən olmasın. Bu da bir də Gülvada əhvalatdır. Dəfələrlə getdik, deyir. Oturub qulaq asırdıq. Sonra orada Rus demişə, Çorluxod vardı. Oradan da bizi o kənd səbəti, kim olub o vaxtı bilmirəm, Allah rəhmət eləsin, kömək edirdi, çıxıb gəlirdik. O vaxt o çox təhlükəli bir iş idi hər adam üçün. Xüsusən parti billəti olan üçün. Mənim adamın bir xalası oğlu vardı. Adı Adil'di. Yusuf var diye bizim əvvəzi, onun əmisi. Allah rəhmət eylesin. O Şuvalanda olurdu. Onun evi Şuvalandaydı. Özdə Fin davasında onun bir ayağı getmişdi. Protez, ayağı da protez deyir. Həzi, iyi bilsən adamdır da, daha belə başqa. Atamla da zarafatı vardı. Bir gün gördüm bu xaltur eliydi vağzada, balaca Zaporoj maşını vardı. Gördüm, hara geliyorsun gene? Bize değil. Dedim mescidə. Bak güldü deyir, bu vaxtı getdi gülməkdən. Ha, indi bir daha bu qal belə. Nə var mesciddə? Dedim ona, azam mescid, dedim, həri, otur maşını gedək bizi ilə. Dedi, yox, hələ işimiz gücü tutarım, mənim mesciddə nə işim var? Dedim ki, ara gəl gedək. Dedi, yox. Ne üçün? Dedim, mən ağlaya bilmirəm. Şimdi bu nələ gəl ki, mescidə girdi, ağlamalısan da. Dedim, mən ağlaya bilmirəm. Dedim, səni hələ adamın yanına aparıram ki, uşaq kimi ağlayacaqsan burada. Bunun gücünü allattım, oturtdum maşına. Mescid adamda öyle, bu əhli keyfin biriydi.
Yaxşı adamdır, amma pis deyil. Getdik deyir, yenə zəng elədim kənd sovetin ki, gəlirik, o bizim yerimizi hazırladı, getdik oturduq deyir, bizi görən yoxdur burada, Axund başladı söhbət etməyə. Mənim atam heç nədən ağlayırdı ya. Bir də Seyid Əzim burada misrada belə deyir, tökürdü gözünü yaşını. Biz heç. Bir də baxdım, gördüm deyir, and olsun Allah, bu Adilin sinesi uzun yaşlıca getirir. Sinesi uzun, əl ağlayır, hönkür ağlayır. Gözlədi, yer məclis qısardı, ağa söhbətin qısardı. Çıxdıq divarə, gəlirik, bu danışmır, o ilə gezirdi belənçinə, ayağı protez daxil. Dedim, ağa xalam oğlu, necə gördün? İndi daha o zarafatları vardı da, o da bir entegre söz dedi, mənə deyir, hamı güldü. Deyir, düzələ bəlası ki, şümrün özünü ağladarsın. Oturduk, maşına çıxdıq, gəldik. Şimdi insanın istəgi olar. İnsanın istəgi olsa, bu partbiletlə demesini gelebiliriz. Şimdi o kadar adamlar çıxır ki, mən baxıram, yani siz də baxırsınız, adam diyana bilmir, adam istəyir dərdini bir adama desin. Ağzına gələn danışanların sayı hesabı yoxdur. Çoxdur. Gəlsin otursun, adamlar görsün burada söhbət necə olar, sonra hörmət necə olar, İzzət, ədəb, ərkan meclisi necə olar. Ona görə bir şey düşdü, yadıma onu deyim, oturam, deyir ki, bu hədisi Cənab-ı Peyğəmbər verdi əshab-ı cannisara xəbər. Kim ki bir mümini qıla xəndan, olur əhli behişti cavidan. Mümini xas rücüşada gərək, sözünün ləzzəti ziyadə gəlir. Sağ olun, sağ olun. Allah sən bağışlayın mənim məndəşim. Allah ləzzətli oldu ya, bizim ürəyimiz səndir. Sağ olun. Onun kəndindən gəlmişim. Mənim burada yoldaşlar gəlir. Məşədlər əlbəttə bizim kəndimizin yazısı, publisist Məhəmməd Ali müəllimə iştirak edir. Görürsünüz, onun zəhmət olur. Yəni bizim kəndimiz alimlər kəndi olur, bilgiyiz ki. Yəni ki, bizə məlum olan 4 ildir, 18-ci gəlsin, afirlərdən 9-cu əvvəllər. Əslin əvvəllərində yaşayan alimlərimiz olur, Şeyx Əli Ağa, Mirzə Məmməd, Şeyx Əli Hüseyin, Şeyx Əl-Məmməd. Yəni ki, alimlər kəndi olurlar. Ona görə də mən istəyirəm burada bizim dəyərli qonağımız iştirak edir. Məmməd Ağa müəllim, yazırsınız bilirsiniz. Allah kimi, onun icazə versəz. Yox, mən sən bax, məsələ verdim, aparıcı o beyganın işi, çətin şeydir. Mən bir nəfərə, əgər ədaletsizlik olacaq, məndən inciyəcək. Estağfurullah, yox. 5 kəlmə də olsa, söz düşsün. Allah var eləsin. Hər bir Allahın adıyla başlayır. Belə İlahman məclisində mənim üçün danışmaq doğrudan da cəsarət tələb edir. Mən icazənizlə Hacı Soltan qardaşımı 2007-ci ildə Hökməldə mənim bir kitabım vardı, təqdimat. Tilbiz Yeylanda həmin o təqdimat çəkilirdi. Hökməlinin iftixarı bir qələm adlı kitabı. O kitabın təqdimatında şəxsən siz iştirak edək. Mən indi bu qardaşların yanında yenə də mən sizə təşəkkür edirəm. Mən də oradaydım. O cümlədən də mən Hacı Aqil qardaşıma dönə-dönə təşəkkür edirəm ki, Qobunun məclislərində çox olur. Özü də onu söz xiridarı kimi Qobu əhli, məclis əhli, sözə qiymət verən o şəxslər böyük hörmətlə dinlərlər. Böyük hörmətlə dinlərlər. Mən Hacı Aqil qardaşımla sinədəftər doğrudan da belə axırı, çeşmə kimi axır. Mən ondan xahiş elədim ki, bir məclisdir, özü də imam məclisi, imam ehsanı idi. Dedim, yaxınlaşdım, görüşdük. Dedim, bəs bizim Məcid Məcruh adlı ilk şairimiz olub. Sonra Düzdəydən Abdullah Qəmgin olur. Hökməldən də bir qələm olur. Hacı, onlardan nə bilirsiniz? Dedi, sözün düzü, indi mən yadındadır. Mən ona söz verdim, orada məclis əhlinin yanında. Dedim, məndə o 2 dənə kitab öz qələm aldım. Hökməlinin iftixarı bir qələm kitabı və hər gülün bir ətri var kitabı. Mən onu sizə çatdıracağım. Sonra indi bu qardaşların da yanında xahiş edirəm ki, həmin o
hökməliyə, Bəli, üzdəyə. Qobuya gələndə o şairləri əgər yad eləsəz, nə qədər böyük İnşallah. İnşallah. Belə bir icazənlə belə bir söz deyil. Hüseyn Arif adlı xalq şairimiz olub. İndi hamımız tanıyırıq. Onun bir bəndini demək istəyirəm, icazənlə. Deyir ki, ata yurdumuzdan ilham almasa, zaman ağac kimi qurudar bizi. Bugün babaları yada salmasa, Şeyh Əhməd baba kimi. Sabah da nəvələr unudar bizi. Mən Günəş xanım, Xəyala xanım. Mən ona Zərbaşın bir bacı qardaş kimi deyirəm ki, Xəyal xanım, çoxdan tanıyıram, yoldaşına da böyük hörmətim var, qolda da olub, bizim evdə də məclisdə olub. Deyirəm, Xəyala xanım, Günəş, aləmlərin günəşi, kainatı işıqlandıran kimi, siz də Abşeron günəşisiniz. Siz də Abşeronda o lazım olan, siz də Abşeronda lazım olan, unudulan, Güneşin arkasıcan gedən insan. Bəli, bəli. Mən ona təşəkkür edirəm. Bir bacımdır. Ona görə də keçmişi nə deyir? Deyir ki, o laq şairi Abdullah Qafurun belə bir mütürük misalı var. Deyir, keçmişinə tapancayla atəş atsın, gələcək sayı topar. Ona görə də belə bir məclisin, belə bir gözəl. Bax, maddi neymətlərdir bunda. Heç kim gözünün ucu ilə də baxmır. Amma kimsə danışanda ona elə diqqətlə qulaq asırlar ki, deməli bu mənəviyyət məclisidir. Bayaq Kərbəla Əlçin danışdı qardaşımız. İcazə verin qovunu 4 alimindən qısa hamının haqqında yox. Yəni məclis indi axarı ilə gedir. Hamımızda sözün acıyıq, təşnəsiyik. Şeyh Əbdülseyin Hacı Məmməd Rızo Qobudandır. Kürdaxanıdan Şeyh Əbdülqasimlə bir yerdə Kərbəlada, eyni yerdə bir tacirin evində kiraymışın qalıblar. İş elə gətirib ki, həmin o Kürdaxanlı Əbdülqasimlə Qoblu Əbdülseyin tələbədirlər də orada. Onlar həmin o tacirin qızını olublar bacaraq. Sonra gəliblər Bakıya, aydın məsələdir. İş elə gətirib ki, o Şeyh Əbdülseyin, Şeyh Əbdülqasim rəhmətə gedir. Rəhmətə gedəndə vəsiyyət edib ki, ağsaqqallara, mən tələbə yoldaşım Kərbəlada. Məndən sonra onu gətirin. O sizdə axındır. Onsuz da Qobuda 4 axın var. 4 nəsəb alimdə var. Həmin o axınlığı Şeyh Əbdülseyin həmin o Kürdaxanıda yerinə gedir. Özdə böyük hörmət sahibi olub. Ondan sonra Şeyh Əli Məhəmməd Hacı Ağısınoğlu Bakıda Univermağa gedən yolda bir məscid var. Qasım Məclisi. Qasım bəy məscidi. Həmin şəxs o anamın əmsi olur. Həmin şəxs orada axında olur. Özdə cavan yaşında dünyasını dəyişir. 15 yaşında, 35 yaşında. Ondan sonra Şeyh Əli Ağa, Hacı Zərbəli olur. Özü də onun həyatından bir misal vermək istəyirəm. 1953-cü ildə Mısırın baş naziri, prezidenti Camal Əbdülnasir SSR-yə gəlir. SSR-dən də məsləhət biliblər ki, müsəlman respublikalarından biri kimi Azərbaycana. Onu müşahidə ediblər, gəliblər bura. O protokol qaydalarıyla deyib ki, mənə bir Quran-ı Kərimi dini mükəmməl bilən bir nəfərlə axundan tanış edir. Təzəvvür məscidinin axundu idi Şeyh Əli Ağa.
aparıblar onun yanına. Biliblər ki, bu həmin o xaricdən gələn naziri protokol qaydaları var da, aydın məsələdir. Orada 5 dəqiqə, 3 dəqiqə danışmaq planlaşdırıb. İş elə gətirib ki, həmin Camal Əbdülnasir prezident oyla protokoldan da 2-3 dəfə artıq danışıb və çıxanda deyib ki, sağ olsun, halal olsun belə sizin bunlar haqqında çoxlu dünyasını dəyişənlərə Allah rəhmət eləsin. Ülama məclisində iştirak edənləyimə görə arzu olsun. Sağ olsun. Mən bunu ömrümə yazılan bir tarixi gün kimi bilirəm. Allah canını sağ olsun. Çox sağ olun. Allah canını sağ olsun. Sizin köməyiniz. Burada 2 nəfərimiz qalıb. Eldan var. Gözləyirəm, nasıl? Buyur, haber düşün. Yaxşı sözlər var. Yaxşı, biz burada danışırıq. Dindarlar, vətəni sevən insanlar elmdən danışır. Ancaq elm adamları sözdən danışmır. Söz belə iş görürsünüz. Kör olmaq lazım, kar olmaq lazımdır. Görməməyə özünü qoymuşsan görməyə, o insanlardan danışır. Mən belə hesab edirəm, elə dinlərim bu din elmdir. Quran-ı Kərimdən var. Və bu işlərdən çox Sovetin vaxtında çox uzaq idi. İşim belə idi ki, yaşam elə. Hocam yadıma düşür bu meçidi qalada açanda şunası onlar sən gələdi mənə, bir də elə mənim sənin dostum var, Abdullayev adına dinlə bağlı Halilov idi. Qurban Halilov idi. Onun da oğlunla dostsa. Bir de mobil yok idi. Bağ evimdə sürdüm maşını düz olarak saat 9 idi o Abdullayev yaxşı kişiydi, Allah onu rəhmət eləsin. Danışdım, gidip meçidi açması 3 yaşda oldu. Prokuror gəldi yanıma. Ya o meçidi açtım. Birinci mənim özüm indiyəcə o fərq edirəm ki, mən o meçidi açılışında. Qaldı ki, sözlə bağlı bizim Azərbaycanda bizə çox böyük imkan verir, sözlə danışır. Ancaq söz əsasdır. Söz olmasın, həyat olmaz. Söz ana, ata, baba, Axır ki, kömək elədi. nənə, yadımdan çıxmır. Bizim evimizə nənəmin dayısı oğlu Əliyağı Vahid gələrdi. Qəzəl özü vuran idi. Deyirdi, İsmail, alır əlindən cibində, qaynakı var idi. Deyirdi ki, mən bunu içməsəm yazı bilmərəm. O dövran çok pis dövrandır. Millet, hindində əfsuslar olsun, mənim taksirim yoxdur ki, mən Rus dilində çox yaxşı danışıram, Ukrayna dilində danışıram, İngiliz dilində danışıram. Ana dilində nəvə mənə güzel şey deyir. Deyir ki, baba sən bunu düzdür mən. Ancaq mən indi sözlərə baxdım bu günləri. Çox böyük bir durum. Ben hiss elədim ki, 76 yaşım var da. Bəs kəndimdə dayılarlar. Hacı Sultan da burada söz çıxışı elə diyor. Çok adamlar güneşin dallıcan geliyor, arkasıcan geliyor. Ancaq Hacı Sultan bizi bütün mecliste adı olan meclise ben haber vermeyende incirəm adamlardan ki. Allah razı olsun. Alim. Çok büyük şahsiyet. Allah biz olmak kendimizin. Bizim bütün kentler, bir var ki bir kentten danışsa, bu bütün Azerbaycan'dan danışır. Bir de medlebe geçiren, çok danışır. Bilirəm ki, çok danışır. İnsan yolu. Ve başkaları da yok. Ben burada kulak astım ve karara geldim ki ben bir derginin baş redaktör, tesisçisiyim. O dergi bir de zayıf çıkıyor. Boş hata. Tamam. Jurnal hazırdı. Gözde durdu. Ayda bir Gidi 4 ay, 3 ay. Buna göre yollar bağlanır.
Türk dünyasıyla bağlı problemler var. Problemler yoktur, ancak iş qeyniyir yuxarıda. Aşağı yattan çıxır. Aşağı, ulan dünya aşağı bizik. Biz bu dövlətin əsas fundamentidir. Din de bizim böyük bayrağımızdır. Evet. Ben çok adamları tanıyorum. Bir daha bunu al. Esas bu Kazakistan'da Türk dünyasında o Hüseyin var, bir Çiçenli, Hüseyin Mehmet, Mufti. Bunlarda Kazakistan'da 7 tane Mufti var. Sonra vəzifələr var. Bizde Allah şükür. Allah şükürün böyük mənə köməyi oldu. O 30 il bundan qabaq jurnal birinci nömrəsində jurnalıma xeyir dua verən kimi Bəttət ona zəng elədi Türk və insanlar, evlər jurnal bırakır. Beynəlxalq jurnal olacaq. Sen ona xeyir dua ver. Sen o verir. Ondan sonra bütün yollar bu sahədə açılır. Bilirsiniz, biz indi özümüzlə kömək eləməliyik bir-birimizə. Nə manada? Pul zabla boş boş. Yani durmaq lazım. Birimizin yanında durmalısınız. Bir mən çox xoşbaxtım, çox sevindim ki, Ayla xanımın çox minnətdaram, çox həmişə meclislərlə görüşürük. Çatdırıram özümü, edirəm yüksəkdə olur. Ancaq siz bir olursunuz. İstəyir Sumqayıt olsunuz, istəyir Nağdaran olsunuz, istəyir lap Azərbaycanlıq ben Qubaya gelirdim. Kusara gelmişəm, bu süllülərlə də danışmış. Dərbənddə bir gün içinde bayram olub, Sünnilər Azərbaycanlıların meşidi. Cümə meçidi var, bir de Miraşun var. Miraşun mənim dostumdur, bunlar da mənə xətrimi istəyir. Ben bir siyaset oynadım. Dedim ki, mən istəyirəm ki, sizə də mükafat verim. Qızıl verir. Dedik, necə? Bugün 2 saatdir, 3 saatdir mən bunu həll eləməliyəm, uçmalıyam. Getməliyəm, mağazalar oynayam, uçmalıyam. Birinci kime vereceksiniz? Cümle meçhinde dedi ki, hayır, birinci ben olarak özümden geleceğim oraya. Ve geldi. Geldi bir yerde o adı Arif'ti. Bence de öyle. Arif işte. Mehtar büyük şahsı. Ona verdi. Oradan geldi Cuma meçhidine. Ancak oraya geldi, buradan biri de geldi. Bak ben onu gördüm. Şimdi ben gücüm çatmıyor. Gücünüz çatmayandır, değiliz. Bir şey bilmeyenden ölgenir. Ben hesap veriyorum, iş yaşlı değil. İş başladı. Baş işte böyle. Başta da birisi de bura terbelerden kadın. Allah çok sağ ol. Allah sağ ol. Salavat işte. Sağ ol. Allah söz verdiğine göre belə məclisdə iştirak etmək həm şərəfdir, həm də insandan böyük məsuliyyət tələb edir. Çocuk tanınmış bu alimlərin, ixtiyarların qarşısında söz demək çox çətin məsələdir. Mən əvvəlcədən digər iştirakçılar kimi Xəyalə xanıma, onun həyat yoldaşına təşəkkürüm bildirirəm. Bu cür məclis təşkil edib insanları bir yerə cəm etmək özü böyük savab işdir. İkinci Ali Sultan qardaşıma təşəkkür edirəm ki, məclisi çox güzel idarə elədi. Öz değerli söhbətləri ilə bizim bilmədiyimiz şeyləri bizə öyrətdi. Həm də o ikinci cəhətdən böyük savab qazanır ki, öz üstadlarını bilir, burada zikr elədi, hansı bir onları, məsələn, şəxsən mən özüm ondan tanımırdım və ondan çox şey öyrəndim. Üçüncü, iştirakçılara təşəkkür edirəm ki, bir yerə yığışıb, bir yerə cəm olub, bir-birinlə ünsiyyətə girərlər və savab qazanırlar. Bugünkü məclisin səvabkarı Ustad Seyid Əhməd ağaya Allahdan rəhmət diləyirəm ki, onun sayəsində, onun adına olan bu məclisdə biz toplaşmışıq. Şübhəsiz ki, burada qazanılan bütün savablar o kişinin əməl dəftərinə yazılır. İnsan öləndən sonra da eşitdiyimə görə əməl dəftəri açıq qalır. Savablar, günahlar da eyni zamanda oraya gelir. Bu Seyid Əhməd ağa, Allah ona bir də deyirəm, rəhmət eləsin, yağın gözündən sonra böyük söhbətlər qoyub, hikmətlər qoyub, hansı ki ondan indiki insanlar da faydalanırlar. Amma hikmətli sözlər tək
seyidlərdən, ulamalardan qalır. Həm adi insanlardan da görürsən ki, hikmətli sözlər çıxır. Mən özüm atamdan eşitdiyim bir söhbəti istəyirəm sizə deyim. Mənim atam 55 il müəllim işləyib və bir məktəbdə, iki məktəbdə işləyirəm. Allah ona nəzarət etsin. O mənə deyir ki, bir dəfə səhər duram işə gedim, kənd məktəbində işləyirdik, piyada gedirdik. Yolda, məktəb yolda bizim məscidin yanından keçib gedir. O məsələlə bağlı idi, asılmamışdı məsciddə. Bizim kənddə bir nəfər iki əhlindən vardı. Bir gördüm bu içib, özü də lap uzadım məscidin yanında bədənsinə yerə. Baxdım ki, adı Bədirəddindir, amma onlar baba deyildi. Hansı kənd yazıyor? Kənd Əhmədlidə. Dedim, ay baba, burada niyə uzanmırsan? İçmirsən, dur ged evində uzan yine. İstəyirsən uşaqlardan bir içsin, borcun sənə girsin, bolu aparsın. Bəs burada uşaqlar keçir gəlir, sənə baxıb nə öyrənəcəklər, pis yola çəkirlər. Dedim, müəllim, sən bilmirsən, mən özüm burada uzanmışam ki, uşaqlar görsün mənim halımı içkiyə nifrət eləsinlər. Bu qeyri-adi bir sözdür. O sözü mən atamdan tutdum, gördüm ki, doğrudan da həqiqət var bunun sözündə. Baxmayaq ki, o, məsələn, deyir ki, bəli, xoşa gəlməz olsunlar. O cəmaat nifrət eləsin Xoşa gəlməz olsun, bəli. Mən nə hala düşüncəm, mənim yolumu getməsinlər. Yəni ki, dediyim odur ki, elə adamlardan da elə hikmətli sözlər ki, onu gündüz etiqarla da axtarsın, məsələn, onu tapa bilməsin, işlənməsin. Mən bir daha təşəkkür edirəm Xəyalə xanıma və sizlər digər iştirakçılara ki, belə bir məclisdə bir yerdə toplaşdıq. Kimsə kimdən nəsə öyrəndi, nəsə savab qazandı, hamısı cəm şəkildə ağanın ruhuna, ağanın əməl dəftərinə qeyd olundu. Sağ olun. Hətta onu deyim, bər verəcəm sözü. Hətta onu deyim ki, daha iş belə götürüb gəlir. Tefsir alımı olub, Qazi Beyzavi, qısa diyəcəm daha, sizin sözünüzə qüvvət verir. O, Quranı tərcümə eləyib o dövründə. Sonra da Atmazadla olub, aparıb ki, bu dövrün şahının yanına. Yolda deyir ki, görüb şərbət satan bir cavan oğlan var. Gəlib bundan şərbət alıb içməyə, cavan oğlan 13-14 belə yaş olan. Alıb, oğlan tanıyıb onu, Qazi Beyzavi. Deyib bunu ki, hara götürürsünüz, xeyr olar, deyib ki, biz Quranı tərcümə eləmişəm, çox maraqlı sözdür. Quranı tərcümə eləmişəm, aparım şaha verim təhvil. Bundan bir ənam acıydı, yəni iki zəhmət ki. Uşaq dedi, baxdı deyib ona, dedi ki, bəyəm sən Həmd surəsini tərcümə eləməmişsən, İyyəkə nə'budu və İyyəkə nəstəini tərcümə eləməmişsən, deyib, yandım. Yəni ki, uşaq deyib ki, o İyyəkə nə'budu və İyyəkə nəstəini də andız bilirsin, yalnız sənə ibadət edir, yalnız sənə kül. Onu eləməmişsən, deyib ki, dərs verdi mənə, bu deyil. Öz kitabında yazıb ki, o boyda Quranı tərcümə edib tutardım. Ancaq yolda su satan 14 yaşında uşaq mənə yolu göstərdi, getmədim uşağa tərəfdə, etdim, dala getdim. Yəni, siz deyən ki, hər dəfə, hər bir kəsdə bir hikmət var. Buyur, Məddar, bir neçə gəlmədə siz buyurun. Ey qələm bir namə yav, sərxəddi bismillah olayam. Cümlə aşıqlar həqiqət sirrinə agah olayam. Aşık-ı savdik ki derdim öhnete ürcah olam. Çare yoldur Kerbela sevdalı bir seyyah olam. İnşallah her iki dünyada hoşbahtır o kim. Niyeti deşti belavda teşneler bir şah olam. Penziten avli ebani zikrede gan yaş ilem. Penziten avli ebani zikrede gan yaş ilem. Naler feryat duası nohesi eyvah olam. Ey gelem bir navme yaz serhetti bismillah olayam. Dil veren şeşkuşa gebrem şeccahatı keşfeder. Kurtarar can korkusundan tüm hayatı keşfederim. Üst tutup elmi Hüseyin'e marifet dersin geçer. Hem tevekkül öğrener, sabrı sebatı keşfeder. Alemi imkana uymaz, vavdi vehdet gezer. Her iki dünya için vahid nicati keşfederim.
ey qələm bir nav məyaz, sərxətdi bismillahirrahmanirrahim. Allah əcr versin. Salavat, salavat zikri. Buyursun, mən sözdüm. Böyle xoş danışıqdan, xoş qəsidədən sonra vaxtı qənaət edilmə danışmaq istəyirəm. Allah razı olsun. İstəmir heç kim incisizdir. Kim qalıb buyursun. İki adakı bilir. İdlisi kəlmə. Bismillahirrahmanirrahim. Allah'ın adıyla danışıram. Elm böyük bir tacdır ki, ilahi eşki nəzəriyyəsidir. Əgər biz imana sarılsaq, yer və göy nura qərb olasıq. Allah yerimizə bərəkət versin, hamının da məclisinə bərəkət versin. Şeyxi də qəlbi rəhmət edəsin. Sağ ol, təşəkkür. Deməli, bir dənə hazır qalırdı. Seyyid-i Zalıncı ahirə ki, Seyyid əslində qayda belə ki, sözü birinci Seyyidə verədilər. Azdan sonra iş gəldi, belə götürdü ki, mən də fikirləşdim ki, bu kiçik adamdır. Ev sahibi budur da, çox soğan təşəkkürü verəmədiyi ruhanları ki, çəkdidir da onun da. Buyursun. Həm də Şah İsmail'in neslindən. Bismillahirrahmanirrahim. Bütün küllü kainatı yaradıbdır özü Allah. Bütün küllü kainatı yaradıbdır özü Allah. Əzəl bizə baş veribdir, sonra əqli gözü Allah. Canı salamat olana qismət edib azı Allah. Fəsillərə tac veribdir, hər birində yazı Allah. Dünya minnatı şalıdır, asları biz, üzü Allah. Nanəciblə cüt əyləşib bir qurtum su içmə aman. Ürək sözün yada deyər, sir söyləyib açma aman. Yaxşıları pisdən ayır, pisi pisdən seçmə aman. Bir insanla çörək kəsdin, ayaqlayıb geçmə aman. Daim müqəddəs eyləyib çörək ilə duzu Allah. Əyrilərdən uzaq dolan, düz əhlinə hörmət elə. Oğlu olanlar saylar, qız əhlinə hörmət elə. Ocaq müqəddəs yaranıb, köz əhlinə hörmət elə. Sənətkara hörmət olub, söz əhlinə hörmət elə. Hər şeydən qiymətli edib bu dünyada sözü Allah. Mən kərəməm, and isirəm, ərş üzündə durana mən. Peyğəmbər tək əhləyalın dinə qurban verənə mən. Fatimə kimi müqəddəsə, Əli kimi piranə mən. Ey insanlar, əl basıram, düz 30 cüz Qur'ana mən. Dünya halala çıxmasa bağışlamaz bizi Allah. Allah bizi bağışlasın. Rəsiman deyirdi ki, iqtida dilimdə olub Bismillah, sığınmışam, ol Xudaya gəlmişəm. Mənim əzbərimdə la fətə illa, bel bağlayıb mürtəzaya gəlmişəm. Çəkilib məddimiz doğru ərkana, əbəs düşməmişəm mən bu cihana. Qulluq eyləmişəm Şah-ı Mərdana, bel bağlayıb mürtəzaya gəlmişəm. Peyğəmbər nə lazım gətirmədilər. Sən onun əmrinə gəl düzəl hələ. Növrəsdə imanam olmuşam belə, yön çevirib Kərbəlaya gəlmişəm. Allah bizi dünya və axirət, Quran və Əhl-i Beytdən ayırsallasın. Mən hər birinizə təşəkkür edirəm. Burada Eldar müəllim bir söz işlətdi. Mənim yadıma 2003-cü ildə Həzrət Əli konferansı düşdü. Mən o vaxtı bir mövzu vermişlər. İndi mənim ədəbim yox vermədi. Mən adətən ədəbiyyatı çox meyilliyəm. Taxtaya mən APİyə 87-ci ildə kimya biologiya təmayülü bitəndən sonra verdim. Kimyadan 4 aldım, ədəbiyyatdan gəldim. Azərbaycan gündən günə güzəlləşir. O vaxtda Süleyman Rüstəmin vətənimin seyrinə çağırılan elləri hörmət görmək istəyən Azərbaycana gəlsin. Bəzənib başdan başa şəhərləri, kəndləri cənnət görmək istəyən Azərbaycana gəlsin. Bu cür bir sərbəst mövzu yazırdım. Nəyəsə konkursa düşdük də belə. Bundan işim yox və o vaxtlar yəni ədəbiyyata mənim olan meylimdən danışıram. Mövzular vermişlər, Həzrət Əli şairlərin qələmində, gördüm Hacı Sultan Ağa da onu yazır. Mən bundan imtina elədim. Dedim, yaxşı deyil də, bu kişi yazırsa, deməli, hamısını əhatə edəcək. Mən Həzrət Əli və ibadət mövzusunu seçdim. Və hazırda şeirlərin, izacıların o konferansda verirlər. Orada bir doktor Cavad Heyət var, rəhmətli akademik Ədəbiyyat ona söz verəndə dedim, mən Həzrət Əlinin fəzilətlərin əhli təsənnü güzgüsündə yazmışım. Çünki Əlidən mən danışsam, elə bir özümüzü tərif edirik.
Görək bu Əliyə müxalif olanlar Əlidən nə danışır və o barədə danışdı. Özü də Vasif Məmmədəli hər 15 dəqiqə reklamet dəqiqəsi verirdi. Ona dedi ki, sənə ehtiyac yoxdur da, nə qədər istəsin ki. Orada Vasif Məmmədəliyə bir söz işlədi. Hidayət Orucovda orada oturmuşdu, dövlət müşaviri idi o vaxt, mənim yadımdadır. Mən yəni netdən baxdım, orada iştirak edə bilməm, səhhətimlə əlaqəli gedə bilməm oraya. Orada Füzulinin beyitlərin gəldi. Mənə Xalib o şərtindən verib hüsnü qoftarı, ki Mövla gülşənində bülbül dəstan sara olsun. Cah alsın innəmə bağındakı güllərdən ilhamı, sapa inci düzərkən dövlü bəhri hər əta olsun. Gəda tək ummaram paşizəsindən bir kəsin, amma könül istər Əlinin asitanında gəda olsun. Dilim varmaz Əlidən qeyri bir sultanı mət etsin, budur arzum ki, mənduhum Əliyə mürtəz olsun. Hidayət Orucunu belə çevirib dedat edəmir. Bunu Füzuli yazıb dedilər, Füzulini biz ateist kimi tanıdıqlar. Füzuli Nizaminin yetişdirməsidir. O Nizami ki, deyirdi ki, düşüncəli, hünərli, qəlbi azad olan kəs din qəmin çəkər ancaq, dünya qəmini çəkməsin. İstəsən ki, bu dünya daim məskənin olsun, dini Nizamiyyədir, dünya qoy sənin olsun. 72 millət ki var, Əli-Burdan boş yer. Eldar müəllimin sözünə gətirdi. Biz dövlətə, dövlətçiliyə bağlı adamlarıq. Göydə Allahın, yerdə dövlətin qanununa həmişə tabi olmuşuq. Bu dini qurumlar, yəni bu din adamları. İnanın buna, din camiyyəsi. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti Ali Başkomandan sərəncam verdi, Nəsiminin 650 illiyinə. O Nəsiminin 650 illiyinə 3 dənə mən tədbirdə iştirak ededim. Bir dənə tədbiri Allah şifasını versin, filologiya üzrə fəlsəfə doktoru Mirzə Vərəqa almışdı. Bu kişini çağırdı, dedi, bu 40 dəqiqə Hacı Sultanov orada danışdı, Nəsimidən danışdı. Məsciddə də keçirdi, məsciddə dindarlar üçün, klubda dünyavi insanlar üçün də belə deyil. İkincini mən keçirdim, Hacı Rauf qardaşım da gəlmişdi, orada ancaq o seçilmiş alimləri ilmişdilər, rəhmətli Dilavər Əzimov idi, sonra bizim Zəngilan rayonunun akademiyada işləyən Baba Məhərrəmli idi, Dilçili İnstitutunda. Bunları dəvət eləmişdim. Alimləri də, Hacıgilləri də sağ olsun orada. Məclisi də Mirzə Vərəqa apardı, sonra Xəyal apardı, Hacı Sultanov apardı. Yəni orada alimlər idi da. O məclisi mən aparandan sonra Mirzənin xanımı dedi ki, qardaş adamın dədəsi ölür, dədəsinə eysən dedim. Bu nədir? Dedim, mən bu ölkənin vətəndaşıyamsa, əgər ölkə başçısı da sərəncam verib Nəsiminin, yəni 650 illiyinə biz bunu keçirtməliyik. Və orada bir dənə də eysan atılır. Üçüncünü Hacı Sultanov Qafqaz Müsəlmanlar Ruhani İdarəsinin adından sizlərdə hamısı əli ayağında verdi onu. Yaxşı, üçündə. Kitab da qoyduq ortaya. Yaxşı, heç kəsin də dünyası ilə işimiz yoxdur. And ola Allah, heç kəsin mən dünyasına qarışmıyorum. Çünki mənim rəhmətli atamın bir sözü var. Heç kəsin, Allah ölənlərinizi rəhmət. Deyirdi oğlum, heç kəsin əqidəsi ilə işin yoxdur. Hər kəsin əqidəsi özünə müqəddəsdir. Sözüdür, qəbul eləyən də Allah dədəsinə rəhmət eləsin, eləməyən də. Amma Fikrət Qoca bir dəfə bir yaxşı söz işlədi. Dedi, dinin bəşəriyyətə verdiyin, heç bir elm bəşəriyyətə vermək və verə də bilməz. Sual elədilər, niyə? Dedi, ona görə ki, hər bir insan ölümə məhkumdur. Kullu mən əleyhə ən. Bütün yaranmışlar fanidir. Və yabqa vəc-şü Rabbikə zul-cəlal və ikram. İkram və cəlal sahibi olan Allaha kim mülk olsa, Allah onu əbədi saxlayacaq. Hər bir insan dünyasını dəyişəndə gələn dura bir kəlməyə gəlir. Allah rəhmət eləsin, deyir, Allah sənin də ölümə rəhmət eləsin. Başqa elmlərdə dedi, bu yoxdur. Biz bundan niyə narahatıq ki? Və axır sözüm bu olsun ki, Aqil Abbaslı da, səhv eləmişəm, Milli Məclisin deputatım. Sovetlər dönəmində dedi ki, Ağdamda parad keçirilirdi. Paradda deyir, gəldi, Axunda dedilər, Axund dedi ki, siz bunu eləməyin də, bu aşuranı keçirtməyin. Deyir, dedim, səhər bura bir dünya insanlar gələcək, hamısının da qəlbi Allaha bağlıdır. Sən paradı 2 saat çək qabağa, saat 10-a cəmaat töküləcək, sən 8-də gecir. 8-dən 10-a qədər sənin paradın olsun, ondan sonra qoy dinin paradı olsun da. Yəni, bunları tarix boyu saxlayıblar və özü də dedim, mən 44 günlük müharibədə gördüm, əksər insanlar alnına yazıb, ya Rəsulallah, ya Hüseyin, ya Abbas, ya Zəhra, ya Əli, bunlar qorxulu bir şeylər deyir ki, qardaş, bizim hamımız bu dinə, amma Eldar müəllim kimi adamlardan, ruhani kimi yox, ədəbiyyatçı kimi yox, bir Azərbaycan vətəndaşı kimi xahişimdir ki, yəni, bunlar yazsınlar ki, yəni bu dindarlar, bu ruhanilər, bu qədər ki, bu dövlətə, millətə, vətənə xidmət edir, başqaları bunu eləmir. Bizə də o cürdə üstü, mən həqiqətən narahat oldum. Mən 56 yaşım var, başqa bir yox, indi baxın, sözüm budur ki, yəni nəyə gətirirəm bunu? Görürsən, bəzi adamlar var, o gün and olarlar, İmam Həsən Əskəri əleyhissalamın bir dənə
Mövluduydu da Rəbi Hüsani ayının 8-də. Mövluduydu, orada götürdüm, yazdım şey, bayramınız müsəlman, əziz, bayramınız mübarək, əziz müsəlmanlar. Gördüm altından 3-4 dənə elə sözlər yazılır ki, and ol Allah'a özüm üçün postum orada. Yəni ayrı söz yazmamışam var. Siz ərəbin nə bilim imamına niyə tabi olursunuz? Belə lazımsız söhbətlər. Yəni bu nöqteyi nəzərdən mənim xahişim odur ki, yəni qələm sahibləri, biz onların əlini öpürük. İmam Musa Kazım əleyhissalam buyurur ki, hər bir şeyin zəkatı var, elmin də zəkatı, ona başqalarını öyrətməkdir. İndi dərgiləri var, yazıları var, amma yenə deyirəm, el bir olsa zərbi kəran sındırar. Yəni ona görə hamımız birik. Bizim Azərbaycanın dövlət bayrağında həm müstəqilliyimiz var, həm türkçülüyümüz var, həm də dinimiz var. Biz bundan niyə narahat olmalıyıq? Bu 5 ildir mən elə bir şəhid məclisi yoxdur ki, oraya getməyim. Özləri umum var, ha ki, niyə gəlmirsən? Ona görə də biz xidmət edirik, vəzifəmizdir və bu dövlətin, din dövlətdən ayrı olsa da, dində də dövlətin bir nümayəndəsidir. Mən əlindən mənəlli təqaüd alırım dövlətdən. Eyni zamanda da il yarım orada xidmət eləmişəm, ikinci müharibədə də gedə bilməmişəm, təqaüdümü 2 ay köçürtmüşəm ora. Böyle mən Zəngilana gedirəm, Zəngilanın üzarçı gedib o torpağı öpəbilirəm. Orada mənim zəfər yoldaşlarım şəhid olublar, xalam oğlu orada var, Kirvam oğlu orada var. Biz gedirik onları ziyarət edirik, yana ruhlarına dualar oxuyuruq. Allah bizi dünya və ahirət dinimizdən, milli mənəvi dəyərlərimizdən ayrı salmasın. Bizim 880 illiyinə prezident sərəncam verib, dindarlar qabaqda gedir. Aşıq Ələskərin 200 illiyinə, mən Əhli Beyt aşıqı Dədəliz ki, 14 dənə şeirin orada mən onu şərh eləmişəm. Sidqilə tutmuşam, çağırıram səni Xeybərin qalasını alan yəri, kim ayrırsa yarı yarından elə tacı taxım talan yəri. Aslan olub Miraç yolunda yatan, Əbu Cəhlin daşın havaya atan, xurma lifəsi ilə barmağın çatan ağdı zindana salan yəli. Ələskərə nişan verən almanı, İslam edən qəmbər ilə salmanı, Musiyə öyrədən turra kəlməni, Cəbrailə ustad olan yəli. Bir bənddə 5 dənə Həzrət Əlinin epitetin biri. Onların mən hamısını şərh eləmişim. Yəni, nəzərim nədir, niyyətim nədir? Yəni, biz bu dinə qulluq eləyək, vətənə də qulluq eləyirik, millətə də qulluq eləyirik, dövlətə də qulluq eləyirik, milli mənəvi dəyərlərimizlə yaşadıq. Allah Seyyid Əhməd Əliyyərləri rəhmət eləsin, ruhunu şad eləsin. Mən çox zövq aldım, yəni həqiqətən neçə dəfə Xəyala xanım çağırır, gələ bilmirəm. Allah şəhiddir ki, təkəbbürlük, loğvalıq məndən kənardır, səhətim imkan verir. Bir də böyündə bu çox çətinliklə burada əyləşmişəm. Biraz müalicə zad alıram. Allah öz günahlarımızı töysün, abr həyamızı əlimizdən almasın. Allah bizi dünya və axirət Peyğəmbər və Əhliyyət beytinin qarşısında xəcalətli qoymasın ki, Peyğəmbər bizə işamələt qoydu, Quran və Əhli beyt. Allah bunlardan qabağa da bizi salmasın, geri də qoymasın. Onun ardınca gedənlərdən qərar versin. Diqqət sizə görə təşəkkür edirəm. Xəyala bacıya da minnətdarlıq edirəm ki, belə bir məclisdə mən sizin kimi böyük bir alimləri gördüm, Eldar müəllimi gördüm, müəllimi gördüm müxtəlifdən. Allah sizi var eləsin, çox təşəkkür edirəm. Allah sizi qorusun. Minnətdaram. Sağ ol. Çox sağ ol, var ol. Hacının salamat, zəhməti də oradan da böyüdür. Salamatdır. Özü də qazıdır. Qazıdır. Allah vücudunu bəladır. Salamatına bir salavat çıxır. Allahümme salli ala Muhammed və ali. Bismillahirrahmanirrahim. Allahümme barik aleyna ve etfa'anna belaya. Ya Rauf lebbeyk, şu'a lebbeyk, varham lebbeyk, ve annallâhe yeb'asuna fil kubur. Sallallahu ala khayr halqih Muhammedin ve alihi ecma'in ve selleme teslimen kesiren kesiren kesira daimen abeda. Ya Erhamer Rahimin. Allahümme salli ala Muhammed ve azim.